Yox abi orada niyə oturmusan? Ha, bura yaxşıdır. Sən gəl ora, gəl ora. Gəl ora, gəl ora. Zəkiyə nə tərsən? Nə var nə yox? Salamatçılıqdır. Məhəmməd hardan gəlmisən? Salam, axşamınız xeyir olsun Zahir müəllim. Daşdan rayonundan gəlmişəm. Daşkəsəndən. Bəli, bəli. Nə ilə bağlı? İşlə bağlı gəlmişəm. Aha. Bizdə elə bir Azərqoz şirkəti var, Daşdan rayonunda, dəmir filizi var. Orada bir neçə nəfərlərin imtahanında olmuşam, sorğu-sualda olmuşam. Bəs niyə qəbul eləməyiblər? Yəqin keçə bilməmişəm. İmtahandan keçmişəm müəllim. Aha. Sorğu-sualdan kəsiblər də mən. Sorğu-sualdan kəsiblər. Bir neçə dəfə də bura Zakir müəllimin qəbuluna gəldim Bakıya. Nəsə qəbula buraxmadılar. Amma ki, yəni Zakir müəllim çox mərhəmətli insandır. Yəni çox uğurları olubdu. Daşdan rayonunda çox yardımlar göstəribdi. Yəni istəyirsən ki, orada işə düzələsən. Bəli, bəli, istəyirəm ki, orada işə düzələsən. Məhəmməd hardan gəlmisiniz? Mikrofonu. Keçəvirdən gəlmişəm. Bəli, bəli. Aha. İnci verim xanım danışsın, ondan sonra mən danışım, olarmı? Niyə? Evdə də beləsi. Yox. Yəni Hər onun şey- həyat hekayəsi məndən daha biraz azanacaqlıdır, ona görə deyirəm. Nə olub ki, həyat hekayəsində? Uşaq evində böyüyübdü, şaqanda böyüyübdü. Ona görə biraz öz danışsa lap yaxşı. Atası, anası yoxdur. Heç Ha. görməmisiniz onları? Yox. Buna götürüləndə deyilibdilər ki, sən anan atan ölübdü. Sonradan qondarma belə deyək də, lozlu atan adı veribdilər ki, sən atanın adı bu olubdu. Özü danışsa lap yaxşı olar mənim. Götür. Axşamınız xeyir olsun. Axşamı xeyir olsun Günay. Mən özüm Bakı şəhərində anadan olmuşam. Amma anam, atam, yəni tanımıram. Bilmirəm kimdilər, nəçidilər. Sadəcə mən elə bir ki, Şaqanda olub, sonra 3 saylı uşaq evinə verilmişəm. Amma neçə yaşım olduğunu bilmirdim, yəni. Körpəlikdən uşaq Bəli, evinə bəli. verilmisən. Bəli. Heç özün araşdırdın mı? Yəni ki, Xeyr. görək. Xeyr. Heç zaman araşdırmamışam. Yəni, qoyub gediblər. Bilmirəm kimdilər, nəçidilər. Sən amma övladlıq verildinmi? Bəli, 2003-cü ildə mən 3 saylı uşaq evinə gəlib götürdülər. İndi həmin adamlar sağdırmı? Atam 2006-cı ildə dünyasını dəyişdi. Bəs anan? Anam durur. Buradan da anama salamlarımı söyləyirəm. Əziyyətimi çəkir, sağ olsun. 3 evladım var. Anana görə axtarış etmək istəmirsən, yoxsa? Anam əziyyət çəkir də. İstəməyini istəyirəm, biz nətər. Bilmək istəyirəm ki, səbəbini. Niyə atıb da? 9 ay bətnində saxlayıb, yəni sonra imtina edib. Evladım var, Sərməlim. Cahangir, Nihat, Murad. 3-cü evladım talasemi xəstəsidir. Allah kömək olsun. Bəli, Heydər Əliyev fondu tərəfindən evladım elə bir ki, köməyi olundu. Uşaq əməliyyatı olundu 2024-cü ildə. Şükür Allaha, əlhamdülillah. Təşəkkürümüzü bildiririk. Çox Sağ olun, Zahir müəllim. Mən bura üz tutmayanda səbəbim budur ki, mən iş istəyirəm. Nə bacarırsınız, nə işləyirsiniz? Xidmətçilik. Xadimət. Bəli, Mingəçevirdə mi? bəli, bəli. Bizim özümüzün Məhəmməd? yaşadığımız yerdə bağça var, məktəb var. Niyə İstəyirəm məhz o ora. bağçada? Bəlkə başqa bir yerdən kimsə? Yox, evimə yaxın olsun ki, evladım. Evin hansı tərəfdədir Mingəçevirdə? Kəndi deyirlər də. Mingəçevir kənd Mingəçevir o girişdə. Yox. Birbaş şəhər tərəfi. Bilirəm də Mingəçevirə bu Xaldan tərəfdən gələndəki girişdə deyil Mingəçevir kəndi. Kürün qutaracağındadır. Kürün bir hissəsində yerləşir də Mingəçevir kəndi. Kürü keçməmişdə, körpünü bu tərəfə keçməmiş, yolun bu tərəfindədir də, sol tərəfdə. Sol tərəfdə aşağıdadır Mingəçevir kəndi. Orada nə, hara? Ya bağça, ya məktəb, ya xəstəxana. Fərqi yoxdur, amma xidmətçilik eləyim ki, yəni evladlarıma baxın, möhtac olmasınlar heç kimə. Mən yaşadığım həyatı istəmirəm, onlar yaşasın. Aydındır. İnşallah yəqin ki belə bir xəbər Göydə alarıq. Allah, yerdə də sizə güvənib İnşallah. gəlmişəm. Biz Mingəçevir şəhərinə də buradan səslənirik. Kimsə bizim Günaya kömək etmək istəyirsə, mütləq bizlə əlaqə saxlasın. Mikrofonu ötürək zəhmət olmasa, Vüsalə. Salam, axşamınız xeyir. Mən lazerolog işləmək üçün sizə müraciət eləmişdim. Aha. Yəni sertifikatım da var. Bir neçə yerə müraciət eləmişəm, götürmürlər. Niyə götürmürlər? Səbəbi bilmirəm. Necə, nə deyirlər götürmürlər? Deyirlər istəmirik, yer Öz lazımdır. tələbəmizi götürürük, öz adamımızı götürürük belə. Aha.
lazerolog kimi fəaliyyət göstərirsiniz və istəyirsiniz ki, belə bir sahə olsun, gedib orada çalışasınız. Bəli. Aydındır. İlham bəy, buyurun. Çox sağ Hardan olun. gəlmisiniz? Vallahi mən Bakıda Ah, yaşayıram aha. və sizi gördüm, çox şad oldum. Bu Çox sağ verilişdə olun. də bütün hər kəsə uğurlar arzulayıram. Təşəkkür edirik. Çox sağ olun. Və özüm sənət adamıyam. İş barədə müraciət üçün gəlmişəm. Sizin o milli duyğunuza görə sizə bir alqışlar gəlsin. Təşəkkür Mən edirəm. ona sağ olun. Çox təşəkkür edirəm. Yəni iş Siz barədə hansı bölgəmizdənsiz? mən Tovuzda doğuldum. Siz tanıdım, sən də gəlmişdiniz deyəsən. Hə, bəli. Aa, Rəhmətli Qənirə xatırladım xanım sizi. sağ idi o zaman. Bəli. Gəl bura görək, gəl bir istedadını göstər görək burada. Görək burada sənətkar var, görək nə deyəcək. İlham bəy, yəni siz iş olsa nə kimi iş istəyərdiniz? Sənətinizə uyğun bir iş yoxsa Təbii ki, mən həm İncəsənət Universitetinin musiqili teatr aktyorluğunu qurtardım. Bir də Nə vaxt qurtardınız? 92-ci ildə. Aha, çoxdan qurtarmışdı. Qurtardım. 2 il mənim müəllimim Lütfi Ərmanov oldu, 3 il Mobil Əhmədov. Nə gözəl. Allah hər ikisinə də rəhmət eləsin. Hərçəndə. Sizin indi bir səsinizə qulaq asaq ki, görək necə bir istedadınız var. Gəlsin görək avazı. Talih gör. Onda Tofiq Quliyev Rəsul Rza Üzüyümün qaşı Firuzədən Ha, yaxşı. oxuyum. Rəşid Behbudun ruhu da şad olsun belə bir oxuyaq. Üzüyümün qaşı Firuzədəndir. Könlüm açılmayır, bugün nədəndir? Yaman gündə dost əlindən bərk yapış. Dünyanın həvəsi keçib gedəndir. Dünyanın həvəsi keçib gedəndir. Təşəkkür. Talih müəllim. Nə deyirsiniz? Müəllim oxuyur, ağsaqqaldır. Mən Qiyabi tanıyıram. Bu yaxınlarda mənim işlədiyim müəssisəyə də gəlmişdi. Bir sazı da var idi, Çinini alıb gəlmişdi. Bəli. Düzmü xatırladım sizi? Doğru. Mən sizi inandırım ki, bu dəqiqə sinəsinə döyən mənəm o populyarların çoxsundan yaxşı oxuyur. Çox maraqlıdır. Bəs onda niyə çörək tapmır? Mən bildiyimə görə siz açıqlama vermişdiniz ki, işə qəbula gələn Bəli, zaman bəli. hardasa getmisiniz, yaşamısınız, özünüz Bəli, biraz bu 8 il sənətdən Türkiyədə uzaq yaşadım. düşmüsünüz. O Səs Türkiyəndə finalist oldum 2015-də. Yox, Ay, başqa maşallah. yerdə hardasa yaşamısınız siz. Bəli, Türkiyədə yaşadım. Getmisiniz hər nəsə başqa ölkədə Bəli. yaşayıb Uşaqlar sadəcə varmı? 2 oğlum var, onlar da musiqi oxuyurlar. Uşaqlar da. sadəcə işə qəbul olunmamağın səbəbi yaşa görə idi, səhv xatırlamıramsa. Elə deyirlər Hə, var. bilirsiniz? Ebru Gündeş bəyənmişdi sən orada. Yoxsa? Əbru Gündeş idi, Gökhan Hakanda idim mən. Hə. İki qardaşdı. Əbru Gündeş idi, Hadisə idi, Nə Murad Bozu. oxumuşdun orada? Cahangir Cahangirov Məni atdın ay qız. Ha. Oxu görək onu da. Biraz Ha. Ebru istəyirdi onu seçəsən, seçmədin onu. nəsə. Yaxşı eləmsən. Xoşum gəlmir. Məni attın ay qız ateşə, bəsləməkdir eşqini inan peşəm. Atacaqdın məni sevdin, söylə bəs neçin, doldur eşqin şərbətini ver içim. Söylə sənə belə oldu yar. Söylə sənə belə oldu yar. Çağırıram gəl, haralarda qalmısan, məni incitmə. Yalvarıram yar, məni atma, tərk etmə.
Atacaktın beni sevdin Dursa. söyle bez ne için doldur eşkin şerbetini ver içim Söyle söyle sana bilen oldu yar. Söyle söyle sana bilen oldu. Qəşəng. Bilirsiniz? Saliməm, niyə qoşulmadınız sizdə? Yox, nəyə görə? Çox zildən götürmüşdü Yox, ona yox, görə. yox, ürəyi doludur. Mən həmişə oxuyuram, qoy oxusun özünü təqdim eləsin. Bəlkə bir işıq yolu açılar həqiqətən. İndi burada İndi baxın, bir şey söyləyim sizə. Bir şey deyim sizə. Bax, çətindir musiqisiz akapelini oxumaq. gərək indi bu cavan olaydı, nə bilim, zənən olaydı, canan olaydı ki, kimsə dəvət eləyəydi öz restoranına, kafesinə. Axşam-axşam gör necə gözəl musiqiləri təqdim edə bilər. Bax, belə restoranlarımız, fəaliyyət göstərən restoranlarımız var. Axşam-axşam belə klassik, retro musiqilərdən, Azərbaycanın dəyərli mahnılarından zövq almaq üçün. Niyə? Hə? Dövlət iş istəyir. Dövlət iş istəyir. Mən bildiyimə görə. Olsun, iş olsun, bilək ki... Nə fərq var ya, adam pul qazansın da. Dövlət işində maaşa baxacaqdı, amma burada gelib çalışacaq adam ən azı pul qazanacaq. Sözüm Zahir bəy, inciməyin məndən, siz məndən böyüksünüz. Amma özünün səhvləri çox olubdu. Başı soyuqluq deyir ya, el arasında belə söz. Bax, elə olubdu. Tərk edib, vətəni getmişsiniz, başa düşürük. Bəlkə hansısa bir çətinliklər olub. Şimdi gelib Türkiyədə o səs Türkiyəyə qatılıb da. Çox uzaq düşmüsünüz, sonra gəlib deyirsiniz ki 10 dildə mahnılar bilirəm mən. Qazaxca, özbəkcə, türk dünyasında. Bu yaxınlarda Rafet İlromanla duet oxudum. Yaxşı aşıq mahnıları da oxuyur. Harda? Yalqızam, Cəza yalqızam. versə mən bir şey əlavə eləmək istəyirdim. Hə. Çox istəyirəm. Birinci Qarabağ savaşında 4 il xidmətdə olmuşam. Ağdərə rayonu işğaldan azad olanda İlham orada konsert verən ilk müğənnilərdən biri olub. Siz doğru söyləyir. Doğru mu? Bəli. Ağatlı oğlan filmindəki bütün mahnıları da mən oxumuşam. Nə gözəl. Flora xanım. Qardaş, bəs sən niyə bu günlərim özünü iş tapa bilmirsən? Nə bilim, belə... Məncə burada bir Mədəniyyət işlərindən yeganə gələn məsələsi oydu. də var. Yox, başı soyuqluq olub, Xeyr, Zahir bəy. fərasət məsələsi var. Arxeyini insanı salır. İnsanların ümumiyyətlə düşüncə tərzi fərqli olur. Amma bacarıqlı, savadlı, qabiliyyətli olan insanlar özlərini realizə edə bilmirlər. Onlarda o bacarıq yoxdur. O cür insanlar gözləyirlər, mənə dəyər versinlər və vaxt keçir, il keçir, Axı yaş belə gedir. olmur. Axı indi o dövran deyil. İndi elə bir zamanə deyil. Bəli, və dövr onları deyil. Bəli, ümumiyyətlə İndiki dövr insan onların özü deyil. gərək təşəbbüs göstərsin, özü gərək addım atsın, özü gərək getsin, qapı döysün. Bura bir dəfə də bir sənətçi gəlmişdi, xatirinizdədir. Söyləyir ki, elə bir evdə oturmalıdır, hamı gətirib buna çörək verməlidir. Niyə görə? İdarəçilik Nəyə yoxsa görə? Zahir bəy. Nə Bu üçün? idarə olan insanlar var, bir də idarə edən insanlar Yox var. qardaş, indi o dövran deyil. Çox İndi umurlar. öz əlin öz başın dövranıdır. Zaman belə zamandır. İnsan özü zəhmət çəkməlidir. Zalman- Qapı da döyməlidir. Özünə ar bilməməlidir. Döyməlidir qapıları, Bəli. getməlidir, üz tutmalıdır, istedadını nümayiş elətdirməlidir. Mən təqdim eləyirəm, amma bilirsiniz bu qapıları siz tənbəllik eləmisiniz. İnciməyin, mən sizi belə yox, bilirsiniz nəyə görə? Siz o boyda o səs Türkiyəyə cəmaət gedir. Heç birinci mərhələdən keçə bilmir, amma gəlir Azərbaycanda onu əl üstə gəzdirirlər. Necə ola bilər ki, siz finala qədər gedəsiniz, amma qayıdıb gələndə siz heç bir iş tapmayasınız özünüzə? Yəni buna nə ad vermək olar? Bunun adı nədir? Nə olur? Bax getdi. Qardaş, bilirsən, mən sizə bir şey deyim, nə olur, mən deyim. Bəzən görürsən ki, evdə valideyn uşağının istedadını bilmir, bacarığını bilmir, ondan xəbərdar olmur. Qonum-qonşu valideynə gəlib deyirlər ki, sən bilirsən sənin balan dünən nə edibdi? Filan yerdə bir dənə bir mahnı oxudu, maşallah. Ondan sonra valideynin də gözündə sən qalxmağa başlayırsan. İndi kənara çıxıb orada qiymət alıb geri qaydanda daha dadlı olur, daha ləzzətli olur, daha hörmətli olur. İlham bəylə təhsil alan insanlar çox tanınmış bu dəqiqə Azərbaycanın incəsənət xadimləri var. Tələbə yoldaşlarım olur. Sizlə bərabər mən Yəni bilirəm. bu gün uğur qazana bilməməyinizin səbəbi özünüzdədir, qardaş. Əlbəttə. Məndən inciməyin. Yox, Mən ona görə Yəni bilirsiniz nəyə görə? Çünki o boyda finala çıxasan, finalda oxuyasan və sən final nə deməkdir? Bir addımlıq. Qalibiyyətə bir addım. Bu qalibiyyətin bir addımından geri dönəsən, gələsən və sən burada heç bir uğura imza ata bilməyəsən. Yox, biznes deyil. Şəxsi bizneslə, nəyinəsə məşğul olmusunuz. Yalnız sənətimlə məşğul olmuşam, sazım da var. Mən inandırım sizi ki, imkan yaransa, mən ilk dəfə vokal sənətini oxuyan saz çala bilməyib, saz çalan vokal oxuya bilmir. Bunu ilk dəfə bax imkan yaratsalar o Koroğlu'yu oynayardı. Və görən kimə olacaq bu iş təklifi?
Burada hamı həyəcanla gözləyir ki, görəsən kimə gəlib bu iş təklifi. 2 insan üçün bugün bu studiyaya gələnlər olacaq. Görək sizdən kim olacaq? Bu şanslı. Aranızdan kim olacaq? Və biz müzakirələrimizi də etməliyik Salihgilin məsələsi ilə bağlı. Ona keçəcəm. Keçməzdən öncə İlham, İlduzə. Hə, otur. Niyə tez durursan hələ? Allah səni güldürsün. Ay İlduzə, mən səni burada bu qədər reklam elədim. Sən gəlib çörək tapmadın yenə. O gedən mənim çörək yolum bağlandı. Qarabağ şikəstəsindən sonra çörəyiniz Məni kəsildi. inanırsınız ki, ondan sonra mənim o başıma... İnanın ki, mən o yarışmada əvvəla salamlayıram gözəl ekspertlərimizi, dəyərli, mənim çox böyük hörmətim var. Yəni, dəyərli ekspertlərimizə həmişə burada sözün düzünü deyən, nə bilim, Allah can sağlığı versin, siz başda olmaqla Zahir müəllim. Sağ ol. Siz bilirsiniz ki, mən sizin xətrinizi o qədər çox istəyirəm dünyalar qədər. Qarşılıqlıdır. Allah sizi var eləsin. Yəni o yarışmada bizimlə sən yarışmasında mən doğrudan da həqiqətən özüm sənətimi göstərə bilmədim. Çox təəssüf eləyirəm ki, yəni mən universal bir oxuyanam. Yəni mən muğam oxuyuram. Məsələn, elə təsəvvür edin ki, İlhamla düşmüsünüz bir toya. Bu toy da sevinclə Talehin toyudur. Hə. Bəy gəlin. Bəy tərif eləyir. Hə, bəy gəlindir. Elə bil ki... Ya ona verən Allah, ya mənə verən Allah. Bəy gəlindir. Elə bil ki, onlar da arzulayıblar ki, siz oxuyasınız toylarını. Bunda bir bəy tərif. Durun da, durun göstərin özünüzü. Şimdi görə məharətiniz nədir? Yüzlərlə insanlar, minlərlə insanlar. Aha. Mən arzu eyləyim, siz amin deyin. Mən arzu eyləyim, siz amin deyin. Görün mübarək olsun toyu bu bəyin. 100 illər cavan olsun devran içində. 100 illər cavan olsun devran içində. Bəd nəzər görməsin boyu bu bəyin. Abayılım, abayılım ay. Əzzim ay balam minaya dəyər. Əzzim ey minaya dəyər. Qaşların ay balam minaya dəyər. İl var bir günə dəyməz. İl var bir günə dəyməz. Gün var ay bəy gəlin. Minaya dəyər bugünkü gün kimi can. Ah ay aman ey. Ay mələziyəm aydın olsun. Ay doğsun aydın olsun balam. Mələziyəm aydın olsun. Ay doğsun aydın olsun. Bugün gözəl bir gündür. Belə dostların, Yaman gözəl qohumların gözləri aydın olsun. Ay aman, aman ayda. Tarçı köklə tarını, incə telləri dindir. Cəhci əlin işləsin, qəlbimizi sevindir. Oğlan igid qız qəşəng, oğlan igid qız qəşəng. Hamı desin ürəkdən. Talih toyun mübarək, ay qız toyun mübarək. Qız toyun mübarək, sevinç toyun mübarək. Təşəkkür edirəm. Sizi inandırım bu dəqiqə. Mənim anam. Mən evlənmədən boşanıram. Mənim anam indi çıxacam ki, anam mənə mesaj yazıb. Zahir, bax belə apar, belə verilişləri. Bax bu başqa məsələ. Belə verilişlər ilə ürəyimiz açılsın deyəcək. Mən buna əminəm. Birinci, onun ürəyinə yağ kimi yayılıb. Çünki övladıyam da istəmir hər gün bu negativin, o ağrının, o acının, o faciələrin, o itkilərin arasında. Amma bir 15 il anama hər zaman söyləyirəm. Deyirəm ki, bəzən proqramdan çıxıram. Mənə deyir ki, bu qədər ürəyinə salma. Anadır da, yəni övladı üçün nigarandır. İstəmir ki, övladı bu qədər ağrını, acını ürəyində daşısın, çiyinlərində daşısın. Deyirəm ana, bunun üçün çox gecikmişik biz. 45 il gecikmişik. 45 ildən sonra sənin dünyaya gətirdiyin mənəm. Məni yaradan sənsən. Və
sən belə dünyaya gətirmisən məni. Biz artıq heç nəyi dəyişə bilmərik. Artıq çox gecdir. Mən istəsəm də başqa cür ola bilmərəm. Mən istəsəm də səthi, üzdən, yalandan münasibət göstərə bilmərəm. Sən necə bünövrə qoymusansa, sən necə yaratmısansa, sən necə tərbiyələndirmisənsə, sən necə böyütmüsənsə, oyam. Mən başqa cür olmaq mümkün deyil artıq. Heç vaxtı, heç Yəni vaxtı dəyişmək gönllərim mümkün ola deyil. bilməz. Həqiqətən də. Mən bilirsiniz, mən özüm Asif Zeynalını musiqidə Azərbaycan Dövlət Konservatoriyası nəzdində musiqi kollecini bitirmişəm. Böyük sənətkarımız Allah qəni-qəni rəhmət eləsin. Axın Abdullayevin tələbəsi olmuşam. Və mənim ixtisasım xor artisti, müəllim və ansamblda, orkestrlərdə çalışmaqdır. Yəni illərdir müraciət eləyirəm. İnanın ki, bax, hardasa bir Hara müraciət bax etmisən? operaya müraciət eləmişəm. Aha. Mən yaxşı filarmoniyaya müraciət eləmişəm. Aha. Nə zaman getmişəm, yer olmayıb. Nə zaman axır. Sən operada gedib nə oynamaq istəyirsən? Mən xorda da oxuya bilərəm. Xorda da oxuya bilərəm və yaxud da hansısa bir orkestrdə bir gedib solist kimi və yaxud da Azərbaycan deməli televiziyası və radiosunun fondunda mənim 30-a qədər lent yazılarım var. Muğam dəstgah, Şahnaz muğamı oxumuşam, yazılıbdı. Mirzə Hüseyn Seygahı, Bayat Şiraz dəstgahı, hamısını oxumuşam. Fondda var. Bunlar hamısı var. Yəni mən istəyirdim ki, yəni ki mən gedim hansısa bir inanın ki mənə dövlətdən heç bir maaş almamışam. Hələ indiyə qədər özümü dolandırmışam. Bir evladım var. Özünüz bilirsiniz ki, yəni yoldaşım da rəhmətə gedib, cavan dünyasını dəyişib. Yəni çalışıram. Yəni mənə kömək lazımdır. Yəni bu yoldakı sənətim var. Valla bu diplomum saat əlimdə. teatrlar hamısı görür, baxır, Burada izləyir. müraciət eləyirəm. Yəni biz də müraciət edirik. Əgər bəyənirsinizsə belə bir vokalçıya, xorda ifa edən bir insana ehtiyacınız varsa, müraciət edin, gəlin, biz də göndərək, Yox, Zahar bəy, yönləndirək. bilirsiniz bir şey vurğulamaq istəyirəm. Yox, onların hamısında Ulduza talih. xanım, yox, Ulduza xanım. 8 dənə yerdə işləyir Talih. Maşallah imkan vermir ki, bu deyə bu boyda istedadlar. Yox, Ulduza xanım. Bilirsiniz, Asif Zeynallı orta ixtisas təhsili gedir. Ona görə var konservatoriya təhsiliniz? Konservatoriya nəzdində musiqi təhsili. Yox, o başqa. Akademik statuslu siz adını çəkdiniz, opera balet teatrıdır, akademik filarmoniyadır. Bunlarda Musiqili ali teatrda təhsil, akademikdir. ali təhsil olmazsa götürmürlər orta ixtisasına. Yəni hansı bir ansambllarda işləyə bilərəm? O başqa, o fikrinizi səsləndirin. Hadi o ansambllar Amma qalmayıb. mən sizə bir söz İrs deyim. idi, artıq bilmirəm, irs qalıbmı yoxsa yox. Daha sonra bir neçə belə ansambl vardı ki, indi onlar hal-hazırda fəaliyyət göstərmirlər. Göstərmir. Xatirə ansamblı var idi, fəaliyyət göstərmir. Nəsə, amma siz çox səhlənkar adamsınız. Mən sizə deyim. Yox, bax, yadınızdadırsa çox illər deyil. 1 il, 2 il bundan öncə burada bizimlə səndə musiqi yarışmasında. Sizə hər cür şərait yaradıldı. İstədiyiniz qədər canlı musiqilər, mahnılar ifa elədiniz. Hətta mənim özümlə duet oxudunuz. Digər müsiflərdə əyləşən, indi xatırlamıram, hər kəsin Zahar bəy şərait yaratdı. Eləcə də İlham bəy, siz özünüz. O səs Türkiyədə o boyda çıxış eləmisiniz. Gəlmisiniz, oturmusunuz evdə, deyirsiniz ki, kimsə qapını döyürsün, məni çağırsın. Elə bir şey yoxdur. Siz bir addım atana kimi sizdən öncə 2 addım atanlar var. Başa düşürsünüz? Yaxşı, neynəsin bəs? Neynəsin? İnsan müraciət edib də götürmürlər işə. İndi deyirəm. Yox, müraciət eləməklə deyil. Siz cavansız, sizə demək asandır. İndi sizi də o yaşda Onlar da görəcəyik. cavan olublar. O yaşda Ölməsək yox. qalsaq sizi o yaşda Əzizim, görəcəyik. deyil müraciət eləmişəm. Siz başa düşdük. Dövlət müəssisələrində bu dəqiqə ştatlar o qədər deyil ki, hamı elə yüzlərlə insan bu dəqiqə konservatoriya Sənət Universiteti bitirir, gəlir. Amma siz misal üçün bizimlə səndən çıxdınız. Neçə ay o yarışma davam elədi. İstədiyiniz qədər də reklam, baxış sayıları yığdınız, tanındınız. Davam eləmədiniz. Mahnılar yazdırardınız, gündəmdə qalardınız. Mən də görə gəlmişəm. Eləcə də siz İlham bəy. İndi gəlmişsiniz, bu yenə təkrar olunacaq. Mən sizə deyim. Misal üçün, bunlara zəng gəldi bu verilişdən, dəvət edib. Bunlar gecə restoranda oturacaqdılar. Bu mahnını dedilər, bunu istəyir. Özlərinə çalışmayacaqlar. Bilirsiniz, tənbəlli insan canında, qanındadır. İnsan özü hərəkət eləməlidir, çalışmalıdır, addım atmalıdır. Heç kim, bu dəqiqə mən burada gəlim qapını döyüm, kimsə qapını döyüm, məni buradan dəvət edəcək? Yox, insan özü addım atmalıdır. Demirəm, gedin müəssisələri döyün, zorla üzü bozluq edib deyin ki, məni işə götürün. Yox. Özünüz özlərində çalışın, özünüzü göstərin. İstedad elə bir şeydir ki, onu cilalayıb təmizləməsən o parıltı verməyəcək. Brilliant kimi bir şeydir. Amma İlhamın kifayət qədər istedadı var, ifası gözəldir. Səbəb nədir? Niyə Valla siz inandırım parlamadınız? ki, son dönəmlərdə mən bir Şuşa bəyannaməsi mahnısı oxumuşam.
İlham bəy, aydındır. Bunları Harda, oxumusunuz, evinizdə çox özünüz gözəl, üçün, yaxşı İlham bəy, harda? eləmisiniz. YouTube'da da Əlinizin içindən gəlib, əcəb etmisiniz, çox gözəl. Amma siz bugün çörək qazanmaq istəyirsiniz, indi hal-hazırda hardan qazanırsınız? Valla özəl çağırışlarda, dəvətlərlə. Yəni, Gedirsiniz də olur da və belə. olanda olur, amma musiqili komediya teatrında neçə il işlədim. Bəs niyə çıxdınız oradan? Sonra getdim Türkiyəyə, nə bilim, Sovetlər Birliyi dağıldı, ev yox idi. Məcburən getdim, evimi də aldım şükür. Gəldim məsələn, amma bu saat Türk dünyasından bağlı hansısa müsabiqə, festivallar, bir layihələr olsa, sevə-sevə orada işləyər. Ay İlham bəy, sizin indi artıq elə yaşınızdır ki, bilirsiniz bu veteranlar yarışması deyil ki, siz elə ömrünüzün axırına qədər, 70 yaşına qədər yarışmalara gedəsiniz. İndi Yəni mən- bu da düzgün deyil. Zahir İnsan bəy. yarışmaya gedər erkən yaşında. Yarışma Müəyyən bir yarışmada iştirak Yox, müəyyən yarışmada iştirak edərsən, elə bir yarışmada iştirak edirsən, o sənin həyatına təkan verər. Məsələn, nədir o Türkiyədəki yarışmanın adı nədir siz O Səs. qatıldığınız? O Səs Türkiyə məsələn sizin həyatınızda heç nə dəyişməyib. Amma mən sizə bir Heç nə. söz deyim, Zahir bəy, gəlin açıqlama verək. Xahiş edirəm tamaşaçılardan izləyin. Məsələn, erkən yaşdan başlayıb talih. Görürsüz? Mən uşaq Neçə- yaşdan Neçə yaşından siz artıq işləyirsiniz? dövlət işində. Bəli. Mənim 19 yaşım var idi. 19 yaşından. Universitetdə oxuduğum zamandan, dəvət gəldi. Hələ mən Gəncədə oxuyurdum, işlədim Gəncədə. Bax, mən sizə bir söz deyim. Xahiş edirəm tamaşaçılar məni Bəs qınamasın. nətər olur? ki, Sən gələn 19 kimi. yaşında hardaydın İlham bəy? Bax, onu deyəcəkdim. Yox, işləmirdi. İşləyirdim. Mən musiqi komediya teatrında Mən niyə solist oldum. getdik? Bunlar cavan yaşda gedirlər aranı turanı gəzirlər. İnciməyin məndən ha. Yəni sözün açığını deyim. Sonra yaşlaşıblar. Mən keçən və bir verilişlərin birində də dedim. Toyda orada burada özünü həsr edirlər. Sonra gedirlər nazirlikdə qapının ağzını kəsirlər ki, bizə pensiya verin, bizə fəxri ad verin. Təqaüd verin. Və orada sizin çalışdığınız bəli təqaüd verin o da var. Valla Talib bəy Bilirsiniz, siz inandı. Azərbaycan üçün heç nə eləmirsiniz. Gedirsiniz xaricdə, orada burada oxuyursunuz, pul qazanırsınız. Sonra belə sıxıntı vəziyyətdə qayıdıb gəlirsiniz ki, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı deyib gəlirsiniz məsələlərin qapısını döyürsünüz. O məsələlərdə də mən sizə düzünü deyim. Məni kimi, bir çox məni kimi gənclər Gəlin açıq danışaq da. Yəni artıq o insanların o müəssisələrə, bu insanların o müəssisələrə işə düzəlmək kimi bir şansları yoxdur. Bu belədir. Acı həqiqət də olsa. Yəni reallıq budur. Yəni- Yəni nə bu gün musiqili Nə teatr qədər sizi gənc işə istedadlar götürəcək. var, Nə konservatoriyalar. Onlar işlə təmin oluna bilmirlər bu dəqiqə. Teatr və yaxud musiqi ocaqları bez razmay deyil. Ştat belə geniş deyil ki, hamını alsınlar. Valla inandırım sizi ki, orada elə bəzi mən kimin sacığına gəlməsin, elə səs olmayanlar var ki. Çoxdan orada işləyir. Bu fikri sevmirəm. O onun yeridir. O ora gəlib Olsun, artıq. olsun, Başa amma- düşürsüz, orada filankəs var, Bizi mən də orada görürlər. olmalıydım. Bax, İndi bəlkə mənə də də filan kimsə kəs baxanda sizin deyir ki, yerinizi mən tutubdur. orada Bax, olmalıydım. siz Mən də də kiməsə kimə baxanda siz mən orada olacaqsınız belə o düzgün filan deyil kəsin axı. yerində. O ordadırsa deməli artıq ordadır. Qalib müzakirə olunmur. Əgər bir insan bir yerə gəlib çıxıbsa, ordadırsa, o artıq müzakirə olmur. Siz də Bəli. zamanında oradaydınız. Orada ola Sizin bilərdiniz. üçün də bəlkə də o sözləri deyənlər var idi ki, mən ondan da istedadlıyam, mən niyə oradayım? Adətən bir pillə yuxarıda dayanan insana, aşağıda dayanan insanlar, bir pillə aşağıda dayanan insanlar həmişə ironiya ilə yanaşır, kinayə ilə yanaşır. Onu müzakirə edirlər ki, o niyə ordadır, mən orada deyiləm. Bəzən bunu bacarıqlı insanlar da edirlər. Bəzən heç bacarığı olmayan da o zirvəni fəth etmək arzusunda olur. Özünü o zirvədə görür. Çünki adamı danışdırsan, desən ki, qardaş, sənin hansı qabiliyyətin var ki, sən buranın iddiasındasan. Sən axı bilirsən ki, heç kim bura belə hop belə eləyib çıxmır. Hamı addım-addım qalxır. Dırmana qalxır. Davam edirik və mən sponsorlarımıza təşəkkürümü bildirmək istəyirəm. Nərgiz Klinikasının həkim kollektivi yanvarın 31-də Lənkəran rayonunda tibbi xidmət göstərəcəklər. Logos Psixoloji Mərkəzində nevropatoloq, kosmetoloq və tərəqqi medallı klinikanın rəhbəri Məlahət Qəhrəmanova tərəfindən öd, qaraciyər, mədə, bağırsaq, parazitar xəstəliklər, dəri və saç problemlərinin müayinəsi və müalicəsi həyata keçiriləcək. Qeydiyyat öncədən aparılmalıdır. Əlaqə nömrələri 051 388 70 70 070 226 46 48. Leyla Medical Center barəsində məlumat vermək istəyirəm sizə. Leyla Medical Center'ın pediatriya mərkəzi uşaqlarınızın sağlamlığını qorumaq üçün yeni filialı ilə xidmətinizdədir. Burada peşəkar və təcrübəli həkim komandası, müasir tibbi avadanlıqlar və uşaqlar üçün xüsusi dizayn edilən rahat mühit mövcuddur. Ünvan Gənclik metrosunun yaxınlığı Məmməd Araz küçəsi 27. Ətraflı məlumat üçün Ulduz 0101 mərkəzi ilə nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Kəpəz Hospital barəsində məlumat vermək istəyirəm sizə.
Kəpəs Hospitalın baş həkimi, peşəkar invaziv kardioloq Nemət Bəşirov bütün növ ürək müayinələrini icra edir. Ürək-damar xəstəliklərinin invaziv və non-invaziv diaqnostikası, müalicəsi, ürək-damar yollarının koronar angiografiya yolu ilə müalicəsi və müayinəsi, stent implantasiyası ilə damarlarda tutulmaların aradan qaldırılması, ayaq və boyun damarlarının müayinəsi, ürək qapaqlarında problem olan zaman invaziv yolla həllinin tapılması. Qeyd edək ki, Kəpəs Hospitalda anju və stent müayinələri eləcə də əməliyyatları icbari tibbi sığorta ilə həyata keçirilir. Həkimin əlaqə nömrəsi 070 250 47 41. Təşəkkürümüzü bildirik sponsorlarımıza. Biz davam edəcəyik. Ola bilər ki, elə bir restoran olar, elə bir yer olar ki, dəvət eləyər sizi. Razı olarsınızmı ona, yoxsa heç onu da istəmirsiniz? İstəyirsiniz. Hər hansı bir restoran olsa, dəvət eləsə, repertuarınız genişdir. Gedərsiniz və oxuyarsınız canlı-canlı. Maşallah, nə gözəl. İstedad varsa, o heç vaxt batmaz. 1 manat da olsa, 3 manat da olsa o qazancı özünə gətirəcək. Əsas odur ki, istedadın var. 100% sənətkar günortaya kimi ac qalır. Sonra günorta ona bir təklif gəlir, gedir 5 qəpik, 10 manat, 5 manat pulunu qazanır. Eynən. İndi İlham bəyin ali təhsili var. Mən yenə deyirəm, özünüz tənbəl olmusunuz, baş götürüb gedibsiz, gec gəlmisiniz, nədir? İndi mən heç nə demirəm. Özünüz lazımı qədər müraciət eləyin, sizləri eşitsinlər. Mən də buradan müraciət eləyirəm. Peşə fəaliyyəti elə bir sahədir ki, bunlar özlərin elə bir səviyyə çatdırmalıdır ki, tələbat olsun. Bəli. Evdə sizin oğlunuz, mənim oğlum desin ki, ata mənim sönmə qoyulmaz. Vallahi hər gün mən imkan yaradacağam sənə burada, oxuyun. Oxuyun ta ki o restoranlar, o kafelər, o yerlər bəli, ya müraciət eləsinlər. Yəni belə istedadı olan, fitri istedadı olan insanlar varsa müraciət eləsinlər bizə və mən Mövlanı görmək istəyirəm studiyamızda. Mövlanı dəvət eləyək gəlsin. Rövşən, necəsən? İş gedir? Yaxşıdır? Əla. Gəlsin də uşaqlar, hanı Mövla? 3 dəfə təqdim eləyim. Xoş gəldiniz Mövla, necəsiz? Gəlin alqışlayaq Mövlanı ürəkdən. Mövla bizim bu studiyamızda Rövşən qardaşımıza, eşitmə danışma məhdudiyyətli olan Rövşən qardaşımıza iş verib. Neçə ildir? Artıq 1 ildən çoxdur. 2 ilə yaxındır ki, Rövşən Mövlanın yanında fəaliyyət göstərir, işləyir, çalışır. Sizdə o geyimlərdə... İşləyirdi, geyimlərin üzərində baskı vurmaq və s. Belə şeyləri işin də yəni, çox gözəl şəkildə görür. 2 ilə yaxın ki, bizdə işləyir. Vəzifəsi də artıb. Görürsünüz, bacarığı var. 2 ilə gedib vəzifəsini də artırıb. Amma sən, Xalid, oturursan deyirsən, ana gəlim evdə yatım məni yedizdir, işıq pulunu ödə, çörək ver, nə bilim nə ver. Başqaları da eyni ilə. Xoş deyil bu sözləri eşitmək. Adam eşitmə, danışma məhdudiyyətlidir. Onun səndən çatışmayan tərəfi odur ki, eşitməsi və danışması yoxdur bu adamın. Sənin dilin də var, ağzın da var, danışa da bilirsən, eşidə də bilirsən. Amma görürsən o 2 ildir ki orada, 2 ildir orada özünü necə təsdiqləyibsə, vəzifəsi də qalxıb. Yəqin ki bu onun maaşına da, məvacibinə də təsir göstərir. Amma 2 ilə yaxında burada iştirakçılar oturur, bir dəfə səslənmirlər ki, bizə iş verin. Yox, burada elə deyil axı. Bax, kanal, proqram gəzəcəklər. Sən biraz ver yeyim, sən də biraz ver yeyim. İndi sən dolandır, indi bu aparıcı şərait yaratsın yeyim. İndi o birisi aparıcı şərait yaratsın yeyim. İndi harda yatım, rahat olsun. Əl sağ, ayaq sağ, başınız işləyir, ağlınız yerində. Əkbər işləyir, pisdir qardaş. Necədir? Hər şey yaxşıdır? Vəssalam. Çörək qazanırsan özünə. Emin şükür. Bugün Zahir bəy, hətta mən qardaşım bir müsahibəsini görmüşdüm ki, buradan verilişdən həmin oğlanı aparmışdı işə. Hətta tərifləyirdi ki, mənim digər danışan və eşidən işçilərimdən qat-qat bəli. Təzə gələndə hamı deyir ki, işləyə bilməyəcək, işini görənməyəcək. Yəni hər kəs biraz ön yarğılı yanaşırdı, amma həqiqətən də hamını yəni təəccübləndirdi. İşini düzgün görür, məsuliyyətli görür. Çünki o işləmək istəyir. İşləmək istəyir, özünü göstərir. Bəli, işləmək istəyən insan üçün mühit lazımdır. Sadəcə olaraq bir təkan lazımdır. İşləmək istəməyən hara aparıb qoysan üzü qara qayıdacaq üstünə. Bəli. Üzü qara. O deyir Xəzərin üstünə göndərsən qayıdıb gələcək ki, quruyub. Xəbəriniz var, Xəzər qurudu. Yəni işləmək, istəmək lazımdır. Ver yeyim, ört yatım, gözlə canım çıxmasın. Düşüncəsi ilə yaşamaq olmaz. Bugün elə bir zamandır ki, bu zamanda, bu dövrdə hər kəs çalışmalıdır, işləməlidir, əziyyət çəkməlisən, zəhmət çəkməlisən. Sən zəhmət çəkmədən kim kimə gətirib pul verəcək? Heç kim. İndi Mövlan, siz
bir iş təklifi ilə gəlmisiniz? Bəli, biz həmişə izləyirəm sizin verilişi. Birdən kimsə işlə bağlı müraciət etsə, yəni əgər bacaracağımız, kömək edə biləcəyimiz bir şeysə, yəni əsirgəməyək kimləsə köməyimizi. Keçən həftənin səhvimizə 4-cü gündür izləyirdim. Bilirsiniz ki, bizdə geyimlərin, mağazaya gələn yeni geyimlərin təqdimatını mən sosial şəbəkələrdə özüm paylaşıram. Mən olmayanda da məni əvəz eləməyə adam olmur axı, adam olmalıdır. Bəli. Fikirləşirdim ki, bəs mən 2 aylıq burada olmayan müddətdə məni kim əvəz eləsin? Elə qardaşı gördüm dedi ki, bəs mən təqdimatı və sair bacarıram. Dedim elə müraciət eləyim, gəlsin məni əvəz eləsin. İndi mən demirəm daim, amma Ən azı 2 ay. yox belə deyim. Yəni Rövşəndə də əslində ilk öncə bir yadınızdadsa belə yoxlamaq üçün götürmüşdük, amma özünü göstərdi, özünü sübut elədi. Artıq davam eləyir bizdə işçi kimi. İndi mən də görərəm mən işlərimlə bağlı bəzən ölkə, bəzən xaricində olmalıyam da işlərimlə əlaqədar. Qaydana görürəm yaxşı iş aparıb, işi gözəl təqdim eləyib. İşdəki yəni çox sadədir. Yadınızdadsa Rövşənə görə müraciət edirlər. Siz demişdiniz ki, iş çox asandır, rahatdır. Yəni bir dənə düymə vurur, knopka vurur. Bunda iş ondan da asan. Həftədə cəmi 2 dəfə, hərəsində 2 saat gəlir, heç nə eləmir. Sadəcə təqdimat edir. Uşaqlar bizim işçilər özü telefonla çəkir, özləri də yükləyirlər internetdə və s. Yəni bu qədər asandır, sadə. Təqdim eləməlidir geyimləri və salam. Nə gözəl. Bundan asan nə var? Daşımsan. Nə istəyirsən Kənan? Ya onunla yanaşı təbii ki, başqa işlər işləyə bilər də. Yəni həftədə cəmi 2 dəfə gəlir, hərəsində 2 saat. Həftədə cəmi 4 saat bu adam işdə olur. Yəni, amma eyni zamanda görsəniz ki, onun qabiliyyəti var, başqa işləri də görə bilər. Bəli, mütləq. Onunla da təmin etmək olar. Yəni mən bilirsiniz ki, həmişə yəni bacarıqlı adamları həmişə yanıma çəkib qabağa çəkməyi sevirəm. Çünki özümüz də bu yerlərə sıfırdan gəlmişdik. İstəyirik ki, kimlərisə yəni irəli aparaq, irəli götürək. Yəni o bizə də xoşdur təbii ki. Mikrofon. İlk öncə salamlayıram sizi, dəyərli ekspertlərimizi, əyləşən tamaşaçılarımızı. Amma qardaşın elə səhifəsində Ferreris.az səhifəsidir, geyim mağazası. Qardaş o müsahibəsində də vermişdi ki, az yaşından yəni çətin vəziyyətlərdən bu yerə gəlib çıxıb. Onda da o mənim üçün də bir ilham duyğusu. Ki, yəni bir stimul oldu sənədə ki, sən də sıfırdan başlayıb. Bax, indi sən özünü qeyd, qardaş. Bax, şərait yarandı, qapı açıldı sənə, adam gəldi, çox sağ olsun. Təşəkkür edirik o adama. Mən də sizə təşəkkür edirəm. Yəni, sən də qeyd, özünü doğrult. Biz sənə artıq bir təkan verdik. Buradan sonrası sənə bağlıdır. Çox sağ olun, elə sənin bildiyin peşəyə uyğundur. Bəli, bəli. Mövlan qardaş, çox sağ ol. Həm arzularına uyğun peşədir, həm özünü tapa biləcəyin bir sahədir. Mən düşünürəm ki, həm də tanınırsan, siman tanınır. Amma bax, sabah gedib, orada uğur qazanıb, biraz populyarlaşıb, başqa bir yerdən təklif alıb, sonra bu insanların çörəyinə təpi atıb getmək olmasın. Yəni sıfırdan başladığın yer, insan çörək yediyi qabın içərisinə, bəli. Bax, ona görə də həmişə çörək yediyiniz yerə sayğı ilə, hörmətlə yanaşmalısınız. İnsan çörək qazandığı və çörək yediyi yerə və insana hər zaman minnətdar olmalıdır. Ayrılanda da elə ayrılmalısan ki, sabah rastlaşanda üzün olsun adamın üzünə baxmağa. Ay sağ ol. İndi səni təhvil veririk Mövlana. Sabah da yeri lazım olsa gələrik, çəkiliş edərik. Görək nə edir, necə aparır özünü. Sənin qapın açıldı qardaş. İnşallah mən də sizin ATV kanalı olaraaq sizin də istəməmişəm adınız yəni eynisində şəhər. Mən də sizin adınızı ucaldmaq üçün çalışıram. İnşallah. Bəli, doğru. Bir deyirlər, 5 elə. O rəğbəti qazan həmişə. Valla. Buyurun əzizim. Çox sağ olun, çox sağ olun. Sizin də aparırsınız onu, yoxsa sabah göndərək? Məncə sabah göndərərəm, çəkilişlə bərabər göndərərəm, gələrlər. Oldu. Çox təşəkkür edirəm Mövlan, çox sağ olun. Minnətdaram. Buyurun zəhmət olmasa. Nə istəyirsən? Xatırlısınız Elvin bəy vardı. Toyun elədik. Hal-hazırda bu dəqiqə Ali Baba Lensdə işləyir. Ən gözəli. Valla sağ olsunlar. Onlar dəstəkləyirlər onu. Hələ indiyənə qədər də bir 6 il keçib mi bu məsələ? 4 il, 5 il keçib. 6 ildən də çox keçib. Amma adam hələ də orada çalışır. Uşağını 5 yaş oturur. Turist eləmsiz. Hələ də orada çalışır adam. Demək sizin özünüzdən də çox şey asılıdır. Məsələn, Salih deyir ki, ayağım ağrıyır. İşləyə bilmirəm, ayağım ağrıyır. Yaxşılaşam inşallah. Salih, sən niyə belə iş müraciət eləmədin? Mən hamıdan qabaq mən müraciət eləmişəm elə. Yox, sən dedin ayağım ağrıyır. Hə də indi orada nə ayaq? 2-3 ay bundan qabaq maşallah qardaş, adı nədir bilmirəm. Gedib işləyir. İndi baxıram orada ürəyim dağ kimi olur. Bayaqdan soruşuram, deyirlər neçə ildir orada işləyir. Oturaqlı işlər var da işləyərdin. 2-3 dəfə müraciət eləmişəm Talib bəy. Ulan nətə müraciət edir ki, mən burada otururam, mənə dəymir. Qaldı ki, o iş sahiblərinə. Necə müraciət edirlər, başa düşürəm. Onun indi hələ başında evlənmək sevdasıdır. Hə, eşq, məhəbbət. Böyük bir sevda fırlanır başında. 14 fevrala çox az qalıb. Bəli. Ay bitir. 14 fevralda evlənməyəcəklər, yox. Onlar axı demişlər ki, biz danışmışıq. Yox, fevralın 14-ü yox. 18 fevral. 18 fevral.
Dünya qalıb ki, Artıq bir aydan və nişan mərasimi eləmək istəyirsiniz. Bəli, inşallah. Ki nişanınız olsun. Bəli. Rəsmiləşdirəsiz bunu və Mütləq. daha sonra da necə gedir hər şey? Qaydasında şükür Allah. Yaxşıdır? Bəli. Amma mən Göyçək xanım sizə bir müraciətim var. Gəlin hər şeyi sinənizə çəkməyin də. Gəlin qoy Salih də əl-ayağı tutur maşallah. Canlı cəsəddə oğlandı. Bir iş tapsın. Sonra bəlkə bunu dəqiqləşdirəsiniz. Mən qorxuram ki, çox arxain olacaqdı. Ailə üzr istəyirəm, iş belə deyək ki, hər zaman var. Yox, Əsas müqəddəs ailə ailədir. qurmaq da hər zaman var. Əkbər müəllim. Talim İnsan müəllim. öz ayağının üstünə dayanıb özünü təmin eləməlidir. Talim müəllim, istəyir təzə ailə olsun, istəyir tələbə olsun, istəyir hərbi xidmət kim olsun, insana hər zaman dəstək lazımdır. Dəstək var da, bu qədər verilişdə ailə- dəstək var. Ay, ailə- dönüm, o boyda dəstək Göyçək var. Ailə xanım, əsas Göyçək deyil. xanım, Ailə ölənə önəmlidir. qədər olan Amma dəstəkçisidir. ailəni saxlamaq bacarığı əsasdır. Bəli, çox Bəli, doğru. tamamilə razıyam. Yəni insan onu ailəni bacarmaq, saxlamaq bacarığı yoxdursa, ümumiyyətlə ailə bacarmağı, ailə saxlamağı bacarmayan insanlar həmişə birinci ailə qurmağa tələsirlər. Tələsirlər, hesab edirlər ki, mən ailə quranda kimsə mənə baxmağa borclu olacaq. Və görürsüz, bu gün burada əyləşən insanların əksəriyyəti valideyni qınayır. Valideyn niyə? Bu düşünür ki, mən ailə qurdum, atam, anam mənə baxmadı. Mənə baxmadılar, borcludular. Ona görə də insanlar iş axtarır. Və o qardaşın da ünvanına mən demək istəyirəm ki, hə, fiziki müəyyən narahatlıq varsa, o qədər də fiziki əngəlli dərəcəsində deyil. Bu müəyyən bir xronik Mən sizə açıq ağrılardır. bir şey deyim, mənim yadımdadır. Mən Xəzər Universitetinin jurnalistika fakültəsinə qəbul olmuşdum 98-ci ildə. Və 98-ci ildə mənim atamın o təhsil haqqını onda $2000 idi təhsil haqqısı. Atam onu ödəyə bilmədi. Mən orada təhsilimi yarımçıq qoydum. Amma heç nə Və dəyişmədi. həyatı boyda heç vaxt onu qınamamışam. Heç- Çünki o mənə borclu deyil idi. Sizin həyatınızda da heç Və- nə dəyişmədi. Bəli, Bu gün mənim həyatımda oradasınız. əksinə daha yaxşı istiqamətlərə Bəli. getdim. Yəni o ödəyə bilmədi də. Yəni dedi yoxdur gücüm qardaş. Səni bura kimi gətirib çıxartmışam. Get öz əlin öz başın. Get özünü dolandır. İndi valideyn kimi anam, atam gəlirdilər, gedirdilər mən tələbə olanda. İndi bir loxma çörək yemək, həftəlik nəsə bir baxım olurdu. İndi mənə qədər qardaş bacıma artıq hər şey eləmişdilər. Yəni bitirmişdilər onları. Və mənə gəlib çatanda nəsə belə oldu. Amma mən heç vaxt qınamadım onları. Niyə? Çünki mən özüm öz ayağımın üstündə duracağıma inanırdım. Gördünüz axı Zar bəy. Bəli. O mif verməyən başqa şey bir olmaya. Axı burada hansının ki var ki? Yox, sizin atanız Hansının var? Sizin atanız Məsələn, yox idi. Xalid anası ilə qırğına çıxıb 3 dənə arvad gətirib. evə. Əkbər müəllim, burada Üç. Zəkiyənin oğlu, Zəkiyəni Azər döyüb müəllim, bu studiyaya nə- salam göndərdi, verirəm get pul mərkəzi. gətir. Nə 19 yaşı vaxt- var, üç dənə nə işləmir. vaxt olub ki? Ana gəlib qalıb Birinci çaydan rəsmi çoxdur boşandın. burada. Bir dəfə ailə. İkinci müəllimlə də ailə O qurmuşdun. ailə qurmamışdım onu. O 2 il öz bu adamla bərabər yaşamısan? gəlib yaşayıb mən. Arvad deyil bu, xanım deyil bu. Mən o Ömür gün yoldaşı deyil bu. Qardaş bunun adı nədir? Adın özü dedi Allah- Zaur müəllim. Dedi ki, 2 il gəlib məndən yaşayıb. Adını Hə, qoydu. adı nədir onun? 2 il gəlib mənlə Adı- bərabər yaşamağın Dedi, adı iki il nədir? gəlib məndən yaşayıb. O bilirsən ailəçilik deyir. Mən onun heç anasını tanımırdım. Ailəçilik nə deməkdir? Mən tanımırdım onun anasını. Bəs niyə gətirmişsən səndən bir yerdə qalırdı? Həmişə gizlədirdi. Ay qardaş, niyə səndən bərabər qalırdı bu adam o zaman? Xalid sənə zorla Mən deyirəm ki, yaxşı olacaq. Bu şeylər Xalid, yaxşı. Nə yaxşı olacaq Xalid? Bilmirəm, axırı Sənin əgər burada yaxşı olacaq hər şey, Bəli. sən düşünürsən ki, burada hər şey yaxşı olacaq? O qız da sənə hər şey deməyəcək, danışmayacaq. Sənə o bu adını Day çəkmədiyini deməyib zorla də. verdilər. Talib apar vaxtında evə. deməyib də. Özü gəlmişdi. Biz evlənmə proqramı vardı bizimlə. Sən apardın da, o Üçüncü gəldi, sən də razı oldun. Amma sənin apardın. anan rəsmiyə, sənin anan həmin o xanımdan çox razı olub. Sənin ikinci xanımından çox razı olub. Deyə Ceyran da deyir ki, əla gəlin idi. İşləyən xanım istəyir. Bu işləyir ki, Əsas odur. hə. Arzuya ver, Arzu qoy desin. Bir dənəsini də Arzuya verək. Arzu da, mən də, yəni biz şahid kimi orada biz içəri şəhərdə o sığınacaqda qalırdıq biz. Bəli. Qalan vaxtı Nailə müəllim idi, çox gözəl, Sən gəl də çox Ceyranın yanına, mədəni, o xanım çox keçsin bu tərbiyəli, tərəfə. bəli, verirdi. Hə, gəl Ceyranın Yəni yanına. ki- Dəyişin yerinizi Arzu ilə. Yəni ki, demək istəyirəm ki, hələ Azər Sevdə üzr istəyirəm, hamilə vaxtı o balığı alıb gətirmişdin Xalid sən. Orada qızartdınız, yedirtdiniz Sevdiyə ki, yəni o gəlinin ürəyi bu şey istəyir. O qədər mədəni insan idi. Hər şeyin yaxşı
Bilsən nəyə görə qınayırıq? Kişi xeylanırsan, sən. Anlamamışam. 2 il də olsa sənin keçmiş yoldaşın kimi olub o insan. Çıxıb minlərlə insan qabağında Güzel yoldaşım oldu ki, o Sən anası sübut eləyə heç kim məni bilərsən. tanımırdı. Sən o dediyini sübut eləyə bilərsən. Dediyini sübut eləyə Sübut mənə vaxt bilərsən. deyiblər, sübut Çıxsa deyiblər. həmən qız bu dəqiqə səni məhkəməyə versə, əsaslı bir şeydir də bu yox. Minlərlə insan qabağında. Əş, olan hamı olub da o keçən, qadını mənə lazım tanıyır deyil, da. mən o insanı... Olan ol keçən keçib o zaman niyə dilinə Tənqid gətirirsən? eləmir. Azalmım, siz Şərəf dediniz, mən də ləyaqətini onu alçaldır. deyirəm. Sən deyirsən ki, deyiblər. Yox. Olan olub keçən, mən o bu şeyə qayıtmaq istəmirəm. Yekə olansan. İstəmirəm. Elə bil ki, evlənməsələr dünya dağılacaq. Elə bil ya öz deyir tısbağa üzr istəyirəm ha, sizə belə müqayisəsi sizə gəlməsin. Deyir tısbağa yeriyə bilmir, balasını da belinə götürüb. Yəni siz özünüzə bir gün ağlaya bilmirsiniz. Yanınıza da başqa birini qoşursunuz. Qoşqu ilə gəzirsiniz, qardaş. Zar bəy, Xalid Xalid özünə bir gün ağla, ondan sonra gətir kimisə balasını yedizdir də. Xalid bilirsiniz nə tip insandır? Sabah o qızla da, ailəsi ilə də bir cüzi bir problemi olsun, çıxıb onlar da burada Olacaq. Onlar da Olsun çıxıb yox. istəyəcək. Olacaq. Yo, mən niyə pis istəyirəm ki? Sənin üçün Mən- yaxşı olanda, sənin üçün 8 aydır anan bir da yerdə yaxşıdır. olacaq. Sadəcə Anan olaraq olub pis. qızını belə rahatlıqla verən ananı da mən qınayıram ki, siz oğlunuzu adam bundan əvvəl nə eləyirdilər? Deyir, sənin oğlun harda işləyir? Nə qazanır? Təhsili varmı? Yoxdurmu? Özü necə insandır? Nə işlə məşğul olub bu günə qədər? Çörək gətirib mənim balamı saxlaya biləcəkmi evdə, yoxsa yox? Siz elə salam əleykum. Kim gəlibdi? Gör kimdir gələn. Qapını aç gəlsin aparsın. Burada qız anası çox tələsir. Amma bilmirik niyə. Burada bağlı məqamlar Dünya var. hara qədər inkişaf etsə də, dünya istəyir ChatGPT, nə bilim süni intellekt, nə bilim nələr, nə inkişaf edirsə etsin, dəyər deyilən bir şey var. İnsan bir evi quranda 2 nəfər qurur. Birinin çiynində bir yük gedir, digəri də bir tərəfdən çiynini o yükün altına verir. Sən qızını vermisən evi, eşiyi olmayan, işi olmayan bir insana. Nə ağılla? Zar bəy, mənə yazılan bir mesajla Nə bağlı. qız seçim eləyir? Çox sağ Siz nə olun danışırsınız, Əkbər bəy? Bir dəqiqə üzr istəyirəm. O qızın anasının onun getməyinə xəbəri yoxdur. Qızın seçimidir. Necə yoxdur xəbəri? Bir dəqiqə üzr istəyirəm. Ay qardaş, siz Xalid, işin için bilmirsiniz axı. Nədən? Xalid nə qədərinə anasından asılıdır, ömür boyu problem olacaq. Zar bəy. Olmasın asılı. Mən bayaq Ona özümü görə niyə də, nümunə bəli. çəkdim? Olmasın Yesin asılı. iş Qardaş, kursu. anadan asılı olmusan ömür boyu. Xeyr, heç zaman. Anadan atadan asılı olmusan qızım. Anadan atadan asılı. Kim oturub burada oturanların hamısını, əksəriyyəti? Kim anadan asılı? Xalid ailəsinə sahib çıxmaq Və üçün niyə valideyn iş ömrünün axırına qurmalıdır. qədər övlada nəsə eləməlidir? Zar bəy, keçən səfər xanımın adı nə idi? Xalidin maması, Fəridə. anasının adı. Fərdə xan. Fərdə xanımın dediklərini biz də bəzən onu qınadıq da, amma onun o dediyi pərdəni cırdı, divanımı falan nəsə də sındırdı, söktü, tökdü. Bununla bağlı bir nə qədər düzdür bilmirəm. Mən sizə reklam arasında lap göstərərəm o mesajı. Keçmiş qonşuları yazıb. Yazıb ki, onları hətta ev sahibi belə sırf o qızın saldığı səsküyə görə, dava qırğına görə, evdə sındırdığı Adekvat əşyalara olmayan görə, hərəkətlərinə bəli, görə bu işte kimi evdən çıxar. şeylərə görə evdən qovublar. Yəni qonşular hətta yazdığına görə, yəni biz özümüz belə bezmişdik artıq. Bəlkə də o deyirik ki, ana tələsdi. Valla ana sadəcə bir növ canını qurtarıb ondan. Kənardan görsənən odur. Ki, yəni qoy getsin artıq, onu alan məşğul olsun. Elə olub, yoxsa yox Könül xanım. Bəlkə qonşularımız səhv yazır. Yəni olub elə bir hadisə. Ay Seviniz xanım. Evdən atılmaq, qızınızın üç başından da. Gedib sevinə getmişik. Mamla razıyam. Bir dəqiqə qoy, mənim sualıma cavab versin xanım. Xeyr, Olub xeyr, elə bir şey. xeyr, elə olmayıb. Yəni Bəs nətər keçmiş olub? evdə qaldığımız... Elə olmayıbsa necə olub? Biz kirayədə qalmışıq. Başa düşdüm də kirayədə Bilirəm də, o elə qızınıza görə olmayıbsa. sizi çıxardıblar. Könül Olub elə xanım. bir şey. Xeyr, Səsküyə görə. xeyr, bizi Ev heç kim, sahibimiz özü yazıb Könül xanım. xeyr, bizi heç kim evdən çıxartmayıb. Kim çıxardıb bizi evdən? Yalan yazır. Yalan danışır ev sahibi. İndi hər bir Bizim halda ev hər sahibi- məlumat doğru düzgün Sağ ol, olsa Məzmun. balalar. Bu Evdən ev çıxartmayıb. yox. Bu ev yox. Bundan öncəki. Xeyr, xeyr, bizi heç kim Harda evdən yaşıyordunuz çıxartmayıb. bundan öncə? Yox, evdən Elə çıxartmaq biraz yox. aralı Evdən çıxartmaq kimi bir mesaj deyil idi. O yazılmışdı ki, çox səs-küy eləyirdilər, həkimə zəng vurdular. Həkim gəlirdi, qızı götürüb aparırdı. İndi ona anası da bildiribdi, dəyərli psixoloqumuz Şey deyər. olmayıb. Zalım. Mən baxıram ki, Sənə qədər olub oturur bunlar. burada, necə evi dağıda bilər? Buna bu qədər indi tənqidlər də yanaşda. Mən neçə vaxtı izləyirəm də, o gün verilişdədir. Bu qız səsini çıxartmır. Mənə maraqlıdır, bu necə evi dağıda bilər? Biraz üzərinə gedək. Gətir. Bir damcı üzərinə. Danəyə gedək, on boğaq sevini çıxar. Adicə o bir Kimin üzərinə getsən adam da var. Sığınacaqda da onların səsi çıxmır. Yox, bu qız sakitcə durur. Sığınacaqda da o qızın səsi çıxmır. Yəni davaları olmur, bir şey eləmir. Qaldı Belə ki, oturur bir də sakit. Fərdə Zahir xanım, bəy, biz Fərdə bu xanım. günləri, bu günlər bax, münasibət hamısı ali təhsilli.
nüfuzlu ziyalılardır. Biz hansı ailə, hansı səviyyədə olan insanları təhlil edirik? Bu qədər üstünə getmiyor olmasaq ayıbdır. O xanım nə günahı nədir ki? Onların səsi çıxmır. O bəyin günahı nədir? Bir də qız istəmək elə deyil. Üstünə gedək, altına gedək, bu ifadələri çıxardın leksionunuzdan. Bu təhlil etdiyimiz ailənin düşdüyü vəziyyətə Allah heç kəsi salmasın. 5-ci gün 20 yanvar dairəsində olmusunuz, o tərəfdə olmusunuz. 5-ci gün. Olmusunuz qızım. Bəli, bəli. Və bir-birinizdən dalaşa gedirmişdiniz. Yox. Dalaşmaq yox, Zalmə. Nətər çatdırma, quraşdırma. Allaha and olsun Zalmə. Xalid. And olsun Allah. Biz sənin üstündə olduq, gedirdik. Və sən də qayıtmısan ki, bununla yola çıxmalı Yox, deyil. bir qız bizə belə gəlin edib, belə baxdı, belə baxdı. Mən də çöktüm, belə baxdım. O üstündə qısqanclıq üstündə oldu. Yəni ki, biraz dedim ha vallahi belə. Gəlin baxdı sən necə Başqa baxırsan ki? Necə? Yəni nəyə baxırdın ki sən gəlinə? Baxmadım. Və dedim yəqin ola bilər biz efirdə görüb ona görə baxır. Mən də elə bu da qısqanclıq. Belə forsant dedim o yaxşıdır. Xalid, yaxşı ki sənin boyun 1.80 zad olmayıb, 1.50 boyunla sən qısqanır. Mən hər nəyəm eybəcərəm, pisəm, nəyəm, özümə görə bir insanam. Allahın bəndəsiyəm, eybi yoxdur. Sən hündürünə gedərsən, Allah xoşbəxtdir. Yeşə bədən nətər deyim? O mən də demirəm, deyirəm ki, yaxşı ki boyun da uca olmayıb da, yoxsa o qızın əlinə vəbşə canı. Sevinç xanım, təhqir eləməyin. Maşallah, onun əlini sənə təhqir 1.20-1.50 deyirsiniz, 1.30 deyirsiniz. Nə təhqirdir də bu. O da özünün ölçüsünə uyğun qız tapıbdı. Daha gözə girən olsaydı, onda lap qızıla bərabər əlinin sənəti var. Gedib işləyir, çörək pulu qazana bilər. Ləmanın gözündə o belə dedə, həm Rembo'dur, həm də belə nə bilim Cekcandır da. Sevəni Cekcan olar, Rembo yox. Cekcan oxşuyur. Gözündə deyirəm Zahir bəy. Cekcan oxşuyur. Ceksan dünya ulduzu deyə. Nə olub Ceksana? Bəyənmədiyimiz Ləmanın seçdiyi bəydir də, onun gözündə o dəyərdir. Onun gözündə o hörmətdir, izzətdir, səxavətdir, ədalətdir, hər şey var onda. Çox sağ olun, təşəkkür edirəm Məkbər müəllim. Kimin əvvəli, kimin Allah özü kömək olsun. Mən heç nə deyə bilmərəm. Nəysə. Xalid, siz nə qədər ananızdan asılısınız, bu problemi yaşayasınız. Anam yenə canım cəhəl. Mən anamla prosta onun xasiyyəti, mən başa düşürəm, əsəbidir. Mən bilirəm, əsəbidir, geddi, nətər deyim, hissidir, mən qınamıram. Yəni də qınamıram, amma ki, adam da, ana da övladı. Yəni başa düşək ki, sadəcə ona, Fərdə xanıma bilsən necə qız lazımdır, Nailə xanım kimi. Evdar xanım yox. Çünki işləsin, gətirsin, oğlun yanına türməyə getsin filan etsin. Çünki Nailə xanım kimi insan istəyir. Ya mənim kimi, ya onun kimi xanım istəmir. Evdar xanım istəmir. Fərdə xanım bunu istəyir. Aha. Belə gəlin istəyir. Belə gəlin istəyir, Talib bəy. Belə gəlin istəyir. İstəyirdi, niyə saxlamırdı onu? Onu bu istəməyib də. Onun istədiyini də bu istəməyib. Amma bu da düzgün deyil də. Hə, indi bunların arasında belə. İndi nəyə düz, nəyə səhv oldu, bu ailə qərar vermədi, biz yox. Bax, işləyir, demirdim. Məktəbdə işləyirdi, o qalırdı orada, mən də qalırdım şeydə, Nizamidə. 5-ci gündən bir gəlirdi. 5 gündən bir dəfə gəlir. 2 gün qalıb çıxıb gedirdi. İstəyirdi də. İşləyirdi də. İşləyir var, Şişə gedək, mən bircə qalaq da, bir yerdə qalaq. Ali təhsilli adamdır, müəllimə işləyir. Allahına şükür Xalid, etsə Hara onun gedib devrində, gəldi? onun devrində sən işləməyini görmədim da. Yəni xanım açıq danışaq da. Yəni qonaq gəlmişik də sizin evinə, çörək kəsmişik də. Yəni onun devrində, Nailə xanımın devrində sən işləməmisən. Vallahi işləməmisən. Yəni bu otururdu evdə, Nailə gedirdi, işləyirdi, qazanırdı, gətirirdi, bunu saxlayırdı. Bəli. Yəni ora Azərbaycan Adam elə şeydən imkan And olsun Allah mənim cavan müəllim olsun. Mən elə şey olubsa Zahir müəllim. Mən də işləmişəm. Sibrizdə işləyirdim. Allaha and olsun. İstəyirsən baba iş yoldaşlarımla qoşul, yəni ki kimsə eşitsə evdən deyirəm. Qoşulsun desin. Müəllim. Mən evdə oturmamışam. Bir dənə söz deyim. Buradakı o evlənmə proqramı var idi, üzr istəyirəm. O evlənmə proqramında lojelərdə burada idi də həmin vaxtı, düzdürmü? Bax bu tərəfdə. Orada siz dediniz ki, burada olsun hər şey. O qız maskalı gəlmişdi, müəllimə xanım, Nailə xanım. Onda bu ayağını dirədin ki, Xalid, uzağa deyirəm, dalda da demirəm sənə. Düzgün danışdın. Kimisə xanımın dalınca danışmazlar əli. Mən danışmıram, Allah xoşbəxt etsin, yolu açıq olsun. Sizə dedi, müəllim sizə dedi ki, çıxıram gedim mən kənarda evlənim. Atdı yerə mikrofonu çıxdı çölə. Bu da yalandı. Yalan deyil. Sadəcə mən deyirdim ki, gedək bircə qalaq da, bir yerdə qalaq. Deyirdi orada müəllimələr qalır. Nəsə mənə deyir ki, sən əgər ora gəlsən, səni polisə verəcəm. Bə yaxşı bu nətər evlənməkdir? Bu nətər ailə qurmaq? Ərarvad olmuyor Talib. Mən bax təkrar edirəm, qoy bütün Azərbaycan eşitsin. Siz nə qədərinə Talib bəy? O müəllimələrlə mən çünki sübutam. Xalid. Ya orada xanımlar qalırsa sən niyə orada qalasan? O xanımla buna ərarvad olmazsa Zahir bəy. O başqa yerdə yaşayan adamlar olub. Xaliq, sən mənə qulaq as, Xaliq. Sən əsəbləşmə. Bax, burada heç kəs sənin üstünə də getmir. Heç kəs səni təhqir eləmir. Burada danışılanların bütün sözlər sənin normal ailə qurmağına bir xidmət edən sözlərdir. Amma
problem başqa şeydədir. Xaliqin ümumiyyətlə ailə, valideyn, cəmiyyət anlayışı biraz problemlidir. Ha qurmasın da qardaş, başına dönüm. Dərk Ailə anlayışı yoxdur, qurmasın da. Dərk etməsində problem var. Niyə ailə qurur axı? Ona görə bütün insanları qınayır. Aşı o duyğu, istək, sevgi, o başqa bir duyğudur. Yəni insan yanılırsa, indi elə bilir ki, doğru addım atıbdır. Zaman düzdür, elə bilir doğru. Mən Bax, özüm bilir. Allah'a şükür sənətkaram. Mən ev ustasıyam. Bu aboydu, şpakulov, qalspandı, figur, hər şey bilirəm də. Yəni ki, ustasıyam. Bir söz deyim Burası mən. sadəcə Qoy işsizlik, mən bir dənə Xalid, sən bir dənə söz deyim. Xaxın qızını niyə vurursan sığınacaqda? Nə üstündə Nə vaxt vurursan? vurmuşam? Hə? Naləni belə deyirsən də. Nə O vaxt Xaxın vurmuşam? qızını niyə Sən vurursan vurmuşam sən? amma mən. Xaxın oğlu səni niyə vururdu? Ha? vurmuşam Niyə vururdu sən? Xaxın oğlu? İndi nə düşmüsən onların üstünə? Qəşəng dedi amma. Xaxın qızını. Mən dilimi saxlamamışam, vurulmuşam. Amma bax, mən amma dilimi bax bir şey deyim. saxlamamışam. Aparmayıb vurulubdur. Xeyr, Sən o onlardan sadəcə idin, onların səsi kəbinli, çıxmır. Mən dilimi saxsı. saxlamamışam, mən döyülmüşəm. Ha, nə bilirsən, o dilini Nəinki saxladı. Mahirdə, o birisilər də dilimi saxlamamışam, döyülmüşəm. O deməli o da dilini saxlamayıb döyülübdür. Talih bəy, əslində bax, burada bir qəribə belə bir eksperiment getdi də. Arzu özündən bixtiyar bir söz dedi və Ləman sustu və döyüldüyünü susqunluğu ilə, susmağı ilə etiraf elədi. Bu arada Könül xanımın heç vecinə olmadı. Ana olan durardı deyərdi ki, nə? Mənim qızımı döyüb. Nə üstə? Əzizim, ana məcburiyyət Hansı qarşısında ana o bunu qızı deyərdi? ərə verir. Bilmirik O niyə. ana ki övladına biganə deyil, balasını sevir, balasının xoşbəxtliyini istəyir. Amma Könül xanım o sözü eşidəndə bir reaksiya belə vermədi. Əksinə alqışlayır bu tərəfdən. Çünki o nəsil üçün döyülmək, söyülmək yoldaş tərəfindən normal bir şeydir. Yox, biz nəsli nəzərdə tutmuyoruz. Yəni Yox, biz könüldən söhbət gedir. köhnə nəsildə bu şeylərə normal baxırlar. Yox, yox, Məni elə deyil. qınasalar da Normal deyəcəm. necə baxmaq olar? Qınasalar da. Siz nə Getmisən, danışırsınız? Mən bunu getmisən, qəbul Elə eləyə şey bilmərəm. yox, Sevinç xanım. Xeyr, mən bunu qəbul eləyə bilmərəm, əksinə. O yaşda. Yo, yo, elə deməyin. Hər nəslə aid Yo, yo. deyil o. Bax, siz gördünüzmü? Heç kim buna reaksiya vermədi. Ana belə reaksiya vermədi ki, "Abala, dur görüm mənim balam niyə döyümsən?" Nə üstə Döyülmüşəmsə döyümsən? harasından olub? Elə Harası bütün görəlim? döyüləndə iz qalmır ki. Zahir bəy, biz burada Vallahi mən işgəncədir, vurmamışam. əzabdır, zorakılığın əleyhinəyik. Əlbəttə. O istir Arzu xanım olsun, istir Ləman xanım olsun. Burada xahiş edirəm danışanda bu işgəncədir, döyülməkdir, mən susum, mən döyüldülər və digər formada. Arzunun ixtiyarı var, hüququ var ki, həmin vaxt hüquq mühafizəçiləri Bəli, müraciət eləsin. müraciət edə bilərdi. Ləman xanım da eləyə bilər, amma bu günlər biz Bir şillə biz Bax, Ləman sənə xanımın qarşı özü şiddət göstərir. Xanım burada sus olmağına baxma Bir saniyə, Ləman. Ləman Arzu. qəşəng danışır sığınacaqda. Çox gözəl danışır. Özünü ifadə eləyə bilir. Ləman, sənə qarşı şiddət göstərir. hər bir halda Ləman xanımın seçimə İncidib hörmətlə səni. yanaşmaq lazımdır Zahir bəy. Hə? Hər bir halda Ləman xanımın seçimə hörmətlə yanaşmaq lazımdır. Çünki Xalid, bir də təkrar edirəm, sən nə qədər ananla Hə? asılsansa, Bir sənin saniyə. ailə problemi ömrü boyu olacaq. Bir saniyə. Mənə elə gəlir ki, keçən dəfə də mən müşahidə elədim. O adekvat deyil. Kim? Xaliq. Yəni onun sinir sistemi, psixoloji vəziyyəti normal davranış tərzinə uyğun deyil. Təsəvvür edirsinizmi? Müəyyən reaktiv hərəkətləri var, yumruq-yumruğa vurmaq və hətta deyir ki, inciməyəcəm, döymüşəm, amma yazıq qız səsini çıxarda bilmir. Və sübut göstərir ki, haranı göyərtmişəm. Axı döymək, göyərtmək deyil. Sadəcə olaraq bir əl toxunmaq da bu döyməkdir. Yəni bu adamın məsələyə yanaşma tərzi qüsurludur. Problemli yox, qüsurludur. Yəni ona görə də bunun sinir sistemi yəni normal ailə qurulacaq tərzdə deyil. Biz qızları itham edirik. O birisi qız qışqırdı, bu qızı ağladı. Amma bu adam qarşımızda əyləşib, bu işim var, sənətim var, iş tapa bilmirəm. Yəqin elə ona görə də bunu iş vermirlər. Böyük ehtimal ki, bu işlədiyi yerdə də iş sahibi ilə də dalaşır və yaxud yox, sən mənlə mübahisə eləmə, səndə sinir sistemində ciddi problemlər var. Əslində o bu studiyada evlilik proqramında belə elə həmin emosionallığı elədi. Mikrofonu tulladı, çıxdı, getdi ki, mən gedirəm bu adamla evlənəcəm. Xarakteri pis deyil, yaxşı oğlandır, amma sinir sistemi adekvat deyil. Yəni ondan biz gözləmədiyimiz anda gözləmədiyimiz hərəkət görə bilərik. Həkimə göstərmişəm neçə dəfə. Hərdən görürəm ki, canınıza sağlıq, nəfəs alanda spazma verir. Buradan gəlir. Bəli, Zahir müəllim. Nevroloji, bəli, bəli. Sən keçən dəfə də bu söz dedin. Görürəm ki, hərdən tutulub bu çaşırım. Niyə bu zəhmət keçdi? Niyə şiddət göstərdin? Vurmamışam Zahir müəllim. Nə şiddət göstərmişəm ki?
Hisslənmişəm prosta. Başqa heç nə vura bilmirəm. Ləmanın anası. Vurmuş olsaydınız, İmkan Arzu versə və Ləman digər orada deyər. görmüş olardı. Siz deyin. Vurmamışsınız. İcazə vermişsiniz də deməyə. Gözü sizdədir. Biz qəlbi safdır. Asim mən onu döydüyünü görmüşsən, söylədiyini görmüşsən, alçaldığını görmüşsən. Gedəsən, mən ağlayır, başlayır Necəsin ağlamaq. məlumat Deyir Deyirəm, atıb gedəsən məni. Deyirəm niyə atıram sən? Mən bir il atıb deyirəm ailəm, niyə atım ki sən? Atıb gedəcək. Mən sənə dəqiq deyirəm bunu. Ləman. Xalid, O səni atıb gedəcək. Bunu mən burada deyirəm. Anan da eşitsin, atan da eşitsin, hamı eşitsin. Niyə atıram? Xalid səni yarı yolda qoyub çıxıb Niyə gedəcək. atıram? 20 yanvar dairəsi bilmirəm. Nərmanov metrosunun yanında bilmirəm. Gənclik metro stansiyasının yanında deyə bilmərəm. Avtobus dayanacağında deyə bilmərəm. Hardasa Bakının bu nöqtələrindən birində bir də görəcəksən ki, yolun Birinci ortasında tək addım atılır qalmısan. Zahir bəy. Anası tərəfindən atılır. Yəni Getməyəcək. kim? Qoyub getməyəcək müəllim. Qoyub Çünki gedəcək. Niyə? Qaynana gətirir. Qaynana pul verir. Bu yerdə mən qaçaram, qaçmaram, mən də oturub yeyərəm. Xalid. Sən bilməzsən, mən otaq yoldaşım mənə qarşı O nə otaq yoldaşı 3 günü bir yerdə Ay qalırsınız. müsəlmanlar, ay insanlar, Neçə il dəstək yaşadın, olan qaldın olar ki, sən niyə belə haqqında pis baxırsınız? mənə? Qaynada da imkanı var ki, kömək edir insandır. Nə vaxta qədər? Nə vaxta qədər? Bəli. Nə vaxta qədər? Nə qədər imkanı var o Zahir qədər. müəllim, bu məsələ Onda aparsın, onda aparsın tapana evlərində kimi. saxlasın. Xalid, qulaq as, bu qədər Yox, söz Mustafa, söhbətə saxla. Sağ müəllim, 3 tapana imkan kimi. yarandığına görə sən iş istə. Ayağı üstə dayanmağa iş istə. Mən çox xahiş edirəm Kim Zahir imkan müəllim. verir? Al mikrofon səndədir. İş istə. İstəyini de. Yəni gəlin bir şeydə etiraf edək ki, Xalidin anası Fərdə xanım da biraz çətin xarakterli adamdır. Yəni biz bunu Bəli. evlilik proqramında da görmüşük, münasibətlərini də görmüşük. Ona adam bəyəndirmək, ona ümumiyyətlə nəyisə anlatmaq çox çətindir. Onun öz dünyası var. Öz doğması ilə ailə qurmuşdu da atan. Atan xalası oğludur da. Xala oğludular da, elə də elə deyil. Bəli Zahir müəllim. Məsələn, həyat Xalası. yoldaşı belə çıxıb gedib, bir yerdə yaşaya bilməyiblər. Yəni mübahisəli bir ailədir və uşaqların da bir dənə qardaşı bu gün həbsdədir. Narkotik asılılığı ilə bağlı, nə ilənsə bağlı bilmirəm. Yəni bununla bağlıdır. Bəlkə həyat yoldaşı da elə Xalid kimi qoyub çıxıb gedib bir kiçik sıxıntıda. Ona görə atasını tərifləyir də. Deyir ki, anamla bezdi, çıxdı, getdi. Mən atamı dəstəkləyirəm, normal. Çünki onun üçün normal bir şeydir kişinin qoyub çıxıb getməyi. Var da elələri. Deyir qoyub çıxıb gedib. Bu evi, eşiyi hamısını xanım özü tikib. Ona çətin olur, Bəli, stressə Talib bəy, düşür. İş də verir, Bilirsin, ev hamı də eyni verir, getsin düşünmür. yaşasın. Bir dəqiqə, hamı sizi kimi, O bura məni ona kimi görə- düşünmür. Yo, o bura ona görə çıxıb da. Üzr istəyirəm, dar Çıxıb ki, düşüncəli mənə iş insanlar da verin, var. ev verin. Ev dedi o. Xalid yox, müraciət o nə vaxt Mən eləsin. sadəcə bilirsən, mən sadəcə biraz imkanım Qalmağa yerim yoxdur. yoxdur deyir. Nə deyir? Bilirsiniz, mən işləyib yançı evdə tutmağa, yəni özüm xüsusiyyəm Allah üçün. Mən sənətmən o. Prosta qabaq gələ kirayə də çıxanda yenə pul verəsən. Mən də işləyib o taraziyə pulun verincə mən kömək istəyirəm də. Yəni Zahir müəllim bir qardaşım. Allah Xalid bəy, balalarını sağ- minlərlə, yüzlərlə bu günlər cəmiyyətimizdə sizin kimi ailə qurub problemlə yaşayan insanlar var. Mən Siz bir deyirsiniz şey bu. deyim. Mən bu ailəyə ailə kimi baxa bilmirəm, qardaş. O ailəyə dəstək olursan ki, bilirsən ki, bu damın altında normal iki ağlı başında insan bir-birlərini yola verəcəklər, Nikah kağızı gətirib gözlək haqq rəsmi senansında. nikah kağızları Var, olacaq. var. Mən Nikah rəsmi, kağızı var. nə nikah kağızınız? Kəbin demirsiniz. Xeyr, Nikah xeyr, rəsmi. Rəsmi nikah. Xeyr, Yəni xeyr, onu da hələ düşər yoxdur. də Zahir. Xeyr. Xeyr, Mən xeyr. sənə Zahir müəllim dedi, başqa bir bir şeydir. yerdə dəstək olum. Mən burada başa düşmədim. Səndən ötürü nəyəm? Sən mən nə hesab edirsən ki, Estağfurullah. iki bir-birlərindən heç bir rəsmi bağı olmayan adamı aparım soxum bir damın altına ki, yaşayın burada, mən də pul verirəm. Zahir Kef bəy, bunlarda eləyin. rəsmi nikah da lazım deyil hələ, tezdir. Bunlar özləri əgər Rəsmi nikaha girərsiz, qardaş, rəsmi nikaha girərsiz, baxarıq görərik ki, siz doğrudan da evlisiniz, ailəsiz. Bizim Mən ailə xalqın- olmayan iki nəfər durub gəlib üstümə ki, bizə bir yeri mental ilə girək dəyərləri var, ora. o dəyərlərdən biz keçə Elə şey bilmərik. olur. Adət ənənələrimiz var. Adət ənənədən də əlavə bu Bəli. dövlətin qanunu Bəli, var. qanun var. Qeyri-qanuni 2 il yaşamısan da nə oldu axırda? Bir nəfər də studiyaya dəvət etmək istəyirəm. Üzünün görsənməsini istəmir. Biz ona hörmətlə yanaşırıq. Lalə xanım, gəlin zəhmət olmasa, xoş gəldiniz. Mikrofonu ver mənə. Lalə xanım, xoş gəlmisiniz. Necəsiz? Yaxşı olasın. Bilirəm ki, bir iş verməklə bağlı, iş təklifi ilə bağlı gəlmisiniz. Kimədir bu təklif? Sənibər xanıma. Wow. Mikrofon verək Sənibər xanıma oradan. Mikrofonu verək. Nə işidir Lalə xanım? Quru təmizləmə işidir. Nə gözəl.
Yazmışdım mən efirə, Aha. keçən dəfə. Yəni o ilə bağlı gəlmişəm təkliflərimi verməyə. Həftədə 6 gündür, bir gün Vuxadnoydu. Səhər saat 10-dan axşam 8-ə kimi. Maaşı da 500 manat. Nə gözəl. Yaxşı. Harda yerləşir bu iş? Xətai metrosu ətrafında. Xətai metrosu Bəli. ətrafındadır. Biz Quru ikinci təmizləmə. filialımızın açılışı olacaq ayın 1 orada. Ona görə ora işçi axtarırdıq. Hələ Sənibər xanımı mən o işdə görürəm yəni. Olar. Olar. Sən məncə dərziliyə də İş gedən getmişdin. artıq. Nə oldu? Yox, o biraz Nə? alınmadı söhbət. Hə? Sənibər xanım maaş da alınmadı. Alınmadı. Yox, Niyə? Hə, yeni açılırıq da. Mən Getdikcə elə artacaq. xanımı gözləyirdim. Sən bu xanımı gözləyirdin. Bəli. Sənibər xanım, dedim maaşı biraz artırın, dedi işlədikcə artırılacaq. Yəni dərzili ilə bağlı o iş təklifi açıqdır. Sabit orucu. Kim əgər dərziliyi bacarırsa, müraciət eləsin. Həmin o işə o xanımı, o bəyi kimdirsə, xanım xüsusilə yönləndirə bilərik. Orada səni nə qane etmədi ki? Bilirsən, mən dərzini özüm dərziyəm də, sıf dərziyəm. Demirəm, kimisə əlinin altında işləmək, yox. Yəni ki, obyektdə də götürülür, işləyir. Bəzi işlər var idi ki, mənə qane eləmədi. Xoşlamayıbdı ki, nəyəsə də buyuralar. İşə buyurmağı xoşlamırsınız ki, yəni özüm işimi bilirəm, niyə Bir var ki, sıf mən qadın paltar, qadını götürürəm, biçirəm, tikirəm, geyindirirəm. Yəni burada söhbət getdi ki, yəni heyvana da tikəcəksən paltar. Ha, nə olar ki? Nə olar canım? İndi hələ bir şey var da. Ay yox. Sənibər xanım, siz özünüzü doğruldana qədər məndən yaşda böyüksünüz. Bilirəm. Amma bu bunu tələb eləyir. Sınaq Camaat müddəti var. Bir fikrinə bir özünüzü dənə paltar göstərərdiniz alın. ondan Yox. sonra. Birinci Heyvana xanım- paltar, camaatın iti pişiyi var. Nə olar? Paltar tikdirirlər. Nə var ki burada? O boyda xarici fabriklər, firmalar Parikmaxır da var. var Heyvan da, paltarları buraxır. İtdim pişiyin parikmaxırı da var, hər şey də var. İndi hələnin bir zövqü var da. Allergiyam var o şeyə. Heyvanlarla Yazıçılıq da olmur. Amma heyvanı da saxlayan insandır da. Yəni ən azı insan heyvan demir ki, get mənə paltar tikdirginə. Onu da eləyən insandır da. Doğruldardı, sonra rahat Mən olardı. xanımı gözləyirdim. Doğrusu elə neçə gün idi onu gözləyirdim. Sizdə heyvanla zadla bağlı heç nə yoxdur ki? Olur. Hə? Olur, niyə olur? Gətirirlər heyvanları. Heyvanları Misal üçün, təmizləmə. Yataq yerləri. Misal üçün kim evdə heyvan saxlayır, onun tükü zadı çıxır paltarına. Paltarlar gətirirlər, parçalar gətirirlər təmizləmə. İndi orada əli ilə yumur ki, atacaq aparatda yuyulacaq Nə da. olacaq zaten? Paltar Vəssalam. gəldi, qəbul Nə edib istəyirsən paltara Sənubər? qoymağa. Nə vaxt gəlsin bir işlə tanış olmağa? Nə vaxt verəyik? Günü sabah. Sabah Gedər. göndərək bir çəkilişlə gəlsə olarmı? Yox, çəkmir. Çəkilişlə yox. Aydındır. Onda sabah gedərsən ora, gəlib bizə rəyini deyərsən. Bəli. Nə yaxşı, ana bala ikinizin də bəxti Nömrəni gətirdi. götürərik. Götürün yəni. Xanım istəmir, nə üzünün görsənməyini istəyir, nə çəkilişləri, həmin yerini görsənməyini istəmir. Biz də buna normal baxırıq. Mən təşəkkür eləyirəm. Bura qədər gəldiniz. Minnətdaram. Sabah göndərəcəyik sizə Sənubər xanım. Sağ olun, təşəkkür edirəm. Buyurun zəhmət olmasa. Vəssalam. Bu da belə düzəldi. Hə? Daha nə istəyirsiniz? Mənim Xalidə Ha? bir sualım var. Yox, mən buyurun sualınız. Xalid, amma Buyur. kişi kimi düzünü deyəcəksən. Çünki indi mənə dedilər ki, sən veriliş başlamamışdan öncə ATV-nin həyətində qışqıra-qışqıra danışmısan ki, mən hər şeyi atıb anamın yanına qayıdıram. Hər şey bitdi. And olsan daha yalan söhbətdir. Elə söz olmayıb. Atıb qayıdıram sözü olmayıb. Bir olan Allah haqqı. Nə deyir? Mən elə Olub söz- elə Zal söhbət. müəllim. Yox, elə olmayıb söhbət. Qışqırmayıb da. Mənlə söhbət elədi. Dedi ki, da anam belə orada, mən də istəmirəm ki, anam tək qalsın. Onunla zəng elib üzr istəyəcəm. Mən də hələ qayıtdım ki, anana görə, sənə də görə ananı da qızı da bağışlayar. Amma məni qınayır deyəndə üstümə gəlir ki, beləsinə. Demirəm, mən əsəbidim amma. Mən belə demirəm. O mən onun nətər övladıyam. Aydındır. Məncə siz ailəlikcə keçin ora, zəhmət olmasa siz gəlin bura. Xalid, anadır, atılası deyil, satılası deyil. Yola getməlisən. Bu məktubu nəhayət ki bugün açacağam və biz bu məktubu oxuyacağıq. Görək məktubda nələr yazılıb, nələrdən söhbət gedir, kimdən söhbət gedir. Bir mövzu da var ki, bu mövzuya görə çox narahat olan ailələr var, insanlar var. Sadəcə olaraq biz burada nə ad çəkmişik, nə kimisə
konkret olaraq göstərməmişik barmağımızla ki, filan kəsdən söhbət gedir, filan kəs ola bilər, ehtimal var. Bunu da deməmişik. Bunun müqabilində isə böyük narahatçılıqlar var. Niyə? Onu mən anlamıram. Əgər ad çəkilsəydi, müzakirə getsəydi, o zaman narahatlığı başa düşərdim. Amma heç bir ad çəkilmirsə, heç bir ünvan göstərilmirsə, bu narahatlıq nə üçündür? O narahatçı yəqin əsasları var ki, Zaur bəy, ünvan Və niyə narahat olmalıdırlar? Çünki onun altında o sətiraltı fikirlərdə özlərinə yönəldirlər ki, bu işin iştirakçısı ya bizik bu iş hadisəni törədə ya da məlumatı şəxsi. Onlar şübhələndiyinə görə hərəkətə keçməyə üstün tuturlar. Mən belə hesab edirəm. Yəni çox aqressiya var, çox böyük aqressiya var qarşı tərəfdə. Mən anlaya bilmirəm, yenə deyirəm. Mən bir məsələ təsdiqini tapmasa, fakt kimi o mənim əlimin altında olmasa, o insanların adını burada hallandırmaram. Zaur bəy, həqiqət buradadır. Bax, həqiqət televizor arxasına baxanda, bax, Göyçək xanım da həqiqət, bir də Aydən də həqiqət. Həqiqət budur ki, bu xanım bu uşağı götürüb saxlayıb, illərin verib, eyni zamanda bütün bu prosesdə iştirak edən insanların da söylədiyi həqiqətdir. Burada yalan nədən ibarət ola bilər? Hətta Əkbər müəllim, mənim qardaşım, bacım çox narahat olublar ki, biz indiyə qədər o uşağı öz uşağımızdan ayırmamışıq. Niyə görə o cümlə işlənir də, işgəncə veriblər. Yəni bu narahatçılıq deyilmi? Bəli. Bu mübahisə yaradan məsələ deyilmi? Olmayan şeyi və ya olub zamanında baş vermiş bir hadisəni bugün gündəmə gətirməyin nə mənası var? Bu özü bir problem deyil. Hər bir halda Zaur bəy, bu bütün bu çabalar yekununda nəticə durur. Nəticə ondan ibarət ki, xanım anasının və valideynlərini bilmək istəyir də kim. Nəticə budur. Nəticəyə gedən yol budur. Bu məktubda başqa ünvan var, başqa insanlar var. Fərqli insanlardır. Nə baş verəcək mən bilmirəm. Yəni doğru ünvandırmı onu da bilmirəm. Həqiqətdirmi onu da bilmirəm. Bütün bunların hamısını biz müzakirə edəcəyik. Və mən tamaşaçılardan da xahiş edirəm ki, aktiv olsunlar bu məsələdə, diqqətli olsunlar və bizə kömək etsinlər bu məsələdə. Düzgün məlumat versinlər. Bir məktubu, bu məktubu da mən oxumaq istəyirəm. Salam Zaur bəy. Sizin verilişinizi hər zaman sevə-sevə izləyirəm. Ancaq birinci gün sizə baxanda çox həyəcanlandım. Göyçək xanımı studiyada görəndə illər öncə eşitdiyim hadisəni xatırladım. Onda yaşım az idi. Amma ağlım kəsirdi. Evdən, qonşulardan bu barədə çox eşitmişdim. Çox düşündüm. Susum, yoxsa bildiklərimi deyim. Vicdanım dözmədi. Qərara gəldim ki, sizə məktub yazım. Bunu eşitdiyim insanlar artıq həyatda yoxdular. Bir gün mən də olmaya bilərəm. İstəmirəm ki, hər şey sir kimi qalsın. Onu da xahiş edirəm ki, adımı və kimliyimi gizli saxlayın. Heç telefonla da əlaqə saxlamaq istəmirəm. Səsimdən məni tanıyarlar. Bir də onu deyim ki, mən eşitdiklərimi yazıram. Yalandır ya düzdür deyənlərin boynuna. Deməli belə. Həmin illərdə Saatlıda Füzuli rayonunun Qacar kəndindən bir ailə yaşayırdı. Məcburi köçkün idilər. Normal ailə idi. Qadının adını xatırlamıram. Amma həyat yoldaşının adı dəqiq Vüqar idi. Ailədə bir, bəlkə də 2 oğlan övladı böyüyürdü. Aydan bu ailənin yeganə qız övladı olmalıydı. Ancaq Vüqar qız uşağı istəmirdi. Elə ona görə də körpə dünyaya gələn kimi onu zibilliyə atdılar. Bildiyim budur. Düşünmürəm ki, ailə uşağı məhv etmək istəyirdi. Sadəcə körpədən qurtulmaq lazım idi. İllər keçdi, mən böyüdüm. Hərdən bu hadisəni xatırlayırdım və mən belə bir fikrə gəldim ki, uşağın zibilliyə atılması söhbəti əslində izi azdırmaq üçündür. Aydən kimlərinsə əli ilə Göyçək xanıma verildi. Bəlkə də satıldı.
araşdırın. Məndən bu qədər. Salamat qalın. Satılmaq söhbəti yalandır Zaur müəllim, amma mən o uşağı götürmüşəm. Ola Bəlkə bilər. də deyir satıldı. Hətta bu günləri biz getmişdik rayona verilişdən sonra 5-ci günü. Yəni üçümüz olaraq. O zibilli xananı hardan mənə gəlib, nə olub? Göstərmişəm bu uşağa bu gün. Mən orada bir faktı diqqətimi çəkdi Zahir bəy. O Füzuli rayonunun Qacar kəndidir. Bəli. Qacar kəndindən. Yəni bunu tamaşaçı bizə deyib. Yox, bu məlumatdır da, ilkin Bəli. məlumatdır. Soruşaq. Üzr istəyirəm. O Qacar kəndində həmən vaxtı qaçqın olmuş o kənd sakinlərindən ailəsi, 2 oğlu Füzuli adlı şəxs varsa zəng olunacaq və Vüqar bu xanımın Vüqar adlı şəxsin qaçqın kimi orada məskunlaşmış 2 evladı və belə bir o vaxt onun yoldaşı hamilə ola bilərdi, uşaq dünyaya gətirə bilərdi. Bu faktı təsdiq edən insan olmuş olsa, onda bu xanımın dediklərinə inanmaq olar. Göyçə xanım, niyə belə kövrəldiniz? Niyə belə pis oldunuz nəsə? Orada Məktubda. işlənir ki, Aydan o qədər belə reaksiya. satılıblar. Yəni sözü- pul verib alıbdı. Ya belə bir şeylər oldu. Mənə çox Pul pis verib təsir alsaz eləyir. da, pulsuz götürsəz də sizə halal olsun. Siz bu uşağı götürüb böyütmüsüz. Allaha qurban olun. Bəlkə də bu da onun bir qismətidir ki, gəlib sizə rast olur. Aparıb Türkmen Elib olsun o satmamışsınız ki, yanınızdadır da. Qız övladından imtina eləyir və bu gün yaxşı ki siz onu götürdünüz, bəlkə də onların 2 oğul övladı onlara baxmayacaq, amma bu gün aydan sabah sizə baxacaqdır. Yəni bu həqiqətdirmi, yoxsa yox? Biz hələ bunu dəqiq Həqiqət bilmirik. o vaxt olacaq ki, həmən kənd sakinlərindən kimsə elə bir ailənin olduğun sübuta yetirə bilsə və Bəli. o ailə bizə qoşulsa, Yəni yalandır. belə bir informasiya da var. Bundan başqa informasiyalar da var. Amma biz bilmirik bu doğrudur yoxsa yox. Sabah indi həqiqətən də Vüqar bəy qalxar. Bu xanıma malades, eşq olsun Əhsən. ki, bildiklərini bizə çatdırdı bu günləri. Bəli. Mən Fərhad bəyi dəvət etmək istəyirəm. Fərhad Burcu, bilirəm ki, bu həftə həm də Naxçıvana gedəcəklər. Hə? Şənbə günü Naxçıvanda olacaqsınız. Əlvası xeyir olsun. Bəli, bu 6-cı gün Naxçıvanda Seramet klinikasında xəstə qəbulu həyata keçirəcəyik və Kimlər gedəcək Kəpəzdən? Ziya doktor və mən uşağın Hər ikiniz. hər ikimiz. Yəni bəli. sırf uşaqlarda və böyüklərdə tiroid olan vəzi ilə bağlı, diabetlə sümük bağlı, əriməsi ilə bağlı, bəli. zob xəstəlikləri ilə bağlı Naxçıvanda qəbul keçirəcəksiniz. Naxçıvanda Seramet klinikasında. Seramet klinikasında. Bu harda yerləşir? Naxçıvanın harasındadır? Dəqiq qarşılayacaqlarına dəqiq yerini bilmirəm. Əsas odur ki, Naxçıvana gedin, Bəli. düşün. Bəli. Və Naxçıvana gəlir bizim dəyərli doktorlarımız Fərhad həkim və Ziya bəy. Hər ikisi də sümük əriməsidir, zob xəstəliyidir, şəkər xəstəliyidir, tiroid vəzinin problemləridir, çəkinin az olmasıdır, çəkinin normadan artıq olmasıdır. Yəni o qədər problemlər var ki, tiroid vəzinin endokrin problemləri ilə bağlı müraciət edə bilərsiniz. Ekranda gedən nömrələrə zəng etməlidirlər də, səhv eləmirəmsə. Ekranda gedən nömrələrə zəng edin və qəbula yazılın. Çünki əvvəlcədən qəbula yazılmaq lazımdır. Yalnız bir gün olacaq. Yalnız bir gün olacaq. Şənbə günü baş verəcək bu. Yəni 6-cı gün olacaq hər şey. Qəbullar və bu qəbullardan da ümid edirəm insanlar yararlanacaqlar. Naxçıvan əhli yararlanacaq. Çünki sizi çox istəyirlər. Çox əli düşərli həkimsiz. Çox yaxşı həkimsiz. Həqiqətən Çox təşəkkür edirəm sözlərinizə. Naxçıvan şəhərində Yusif Məmmədəliyev küçəsi 22A ünvanında yerləşir. Seramet Köhnə Şəfa Klinikası. Yəni Naxçıvanlılar oranı Köhnə Şəfa Klinikası kimi tanıyırlar. İndi Seramet Klinikasıdır və şənbə günü səhər saat neçədən olacaq qəbulunuz? Səhər 9-un yarısından orada. Səhər 9-un yarısından yəqin ki axşam təyyarəyə qədər. Təyyarəyə qədər ordasınız. Yəni o qədər insanın bura gəlib getməyə çətin olur. Ona görə bundan sonra mən təşəkkür edirəm Kəpəz Hospitala. Çox sağ olsunlar. Əslində belə qəbulları Azərbaycanın digər bölgələrində də etsəniz çox yaxşı olar. Əslində planda var, həm Zaqatalada, Gəncədə eləyirik, Zaqatalada da planda var. Məsələn Mingəçevirdə də edə bilərsiniz. Mingəçevirdə də bir dəfə eləmişdik, davamlı eləyəcəyik inşallah. İnşallah. Və Solmaz xanımı dəvət edirəm, gəlsin. Yeni qəbul etmişik onu. Gəlin zəhmət olmasa. Solmaz xanım hardan müraciət etdiniz bizə? Əvvəla hər kəsi salamlayıram, axşamınız xeyir olsun. Mən Hövsana müraciət eləmişdim. Baş ağrılarından, halsızlıqla, ayaqlarımda çox ağrılar olur, şişkinliklər olur, ürək döyünmələri. Sanki
halva-hal oluram. Bəzən görürsən yaxşı oluram. Bir də görürsən çox vaxt adətən çox halsız oluram. Yoldaşın evdə olanda yaxşı olursan, olmayanda yaxşı olursan. Gəl onu dəqiqləşdirək birinci. Hə? O fərq eləmir. Fərq eləmir. Sən burdasan, ona görə demir ona. O burada olmasaydı deyərdin də, dəqiq hansı hallarda yaxşı olursan. Adətən adam olur da, məsələn, görürsən həyat yoldaşı gələnə qədər o qədər yaxşı hiss eləyir elə. Qapını açıb içəri girəndən sonra günü qaralır elə bil. Yox. Yəni sizdə belə deyil. Xeyr. Nə yaxşı. Sizdə sakitçilik. Sizdə sakitçilik, amma sakit adam oxşuyur, fağır adam oxşuyur. Qurtarayan olmasın. Hə? O bir vəziyyəti tutmasa, hə. Hə, o bir O hərdən ona da sakit yanaşırdı. Yəni o tutması var da, gəlir hə. Həsəbi vaxtları olur. Əsəbi vaxtına düşməyəsiniz də. Gördün sən 2 dəqiqənin içərisində burada açdı, elan elədi ki, o birisi üzü var. Hə? Var hə, əsəbidir. Əsəb. Onca odur ki, yola verəsən, qıcıqlandırmayan. Nə deyədi, səhv düz, qatıq qaradı, ağdı. Sən artıq onun dilini bilirsən də. Neçə ildir bir yerdəsiz? Ben 20 ildən çoxdur. 20 ildən çoxdur. Övladlarınız var? Bəli. Böyükdülər? 20-21 yaşlarında. Ay maşallah, Allah saxlasın Çox hər iki sağ olun, övladınızı çox da. sağ olun. Allah can sağlığı versin və Çox biz sağ sevərək olun. sizi təqdim edəcəyik bizim dəyərli Yəni, çox Fərhad sağ olun. doktora və mən inanıram ki, çox müsbət nəticələr əldə edəcəyik. İnşallah. İnşallah. müddətdə yaxınlaşsın, görək qan Solmaz dəyərləri xanım təhvil veririk Fərhad bəyə, Kəpəs hospitala. İnşallah gələn həftə bütün diaqnozlarınızı burada təqdim edəcəyik. İnşallah. Çox Buyurun. sağ olun. Təşəkkür Buyurun, edirəm. buyurun, buyurun zəhmət olmasa. Doktor buyurun zəhmət olmasa. Aşiqlər, Aycan. ağır bir mərhələ gəlir. Bəli. Çətin bir sınaq gəlir. Ailə. Böyük sınaqdır. Ailə o qədər böyük, o qədər müqəddəs, o qədər dəyərlidir ki, anlayana, başa düşən. Həqiqətən ailə qurmaq da insanın içərisində aclıq, susuzluq kimi bir ehtiyac kimi olmalıdır. Yəni necə ki acanda ki yemək istəyirsən, ha, məsələn, qaçırsan ki yemək yeməliyəm, acından ölürəm. Susuyanda ki deyirsən, dilim dodağım qurur, ilahi bir stəkan, bir fincan su olsaydı mən onu içərdim deyirsən ki susuzluğum yatsın. Ailəni də belə istəmək lazımdır. Çünki istəmədən, arzulamadan nəyəsə xatir qurulan ailənin sonu olmur. Sevgidən qurulan ailədə güzəşt çox olur. Etimad üzərində qurulan ailədə hər şeyi, hər loxmanı udmağı bacarırsan. Kiçik loxmanı da udursan, böyük loxmanı da udursan, acı sözü də udursan, şirin sözü də udursan, xeyr. Göyçək xanım hər zaman dirijorluq edə bilməyəcək. Xeyr. Mən bu gün varam, sabah yoxam. Birisi Salih, birincisi cəsarətli oğlandır. Cəsarətli insanlarda ədalət də var, səxavət də var. Ona görə cəsarətlə sinəsini qabağa verib o xanıma sahib çıxırsa biz onu alqışlayaq. İkincisi, bəzən əgər bir musiqiçi, dirijor o ansamblda xaric ifa edirsə, onun qulağı yaxşı eşitmirsə, heç dirijor da onu idarə edə bilmir. Görür ki, xaric not gedir. amma hal-hazırda Salih idarə olunan oğlan, var ki, Zahir bəy. orkestrin qabağında özündən gedirlər. Zahir bəy, hal-hazırda Salih idarə olunan oğlandır. Yox, Əkbər müəllim. Yaxşı mənada mən deyirəm, pis mənada yox. Yəni Bəli, ailətə sahib çıxan, cəsarət göstərən, səxavət göstərən, bilirsiniz necədir? O özü istəyərək eləyir də, onu kimsə məcbur eləmir ki, idarə eləyir. Siz mənə başa düşmədiniz. Mən demək istəyirəm ki, siz onu saatlaya niyə aparmışdınız? Bizlə getdi, özü istədi getməyi. Getdik, ailələrimiz də oldu, bacı qardaşlarımızda. Bacım ilə bu məsələ ilə biraz həyatı pis olmuşdu, insult keçirmiş adamdır, böyük bacım. Deyir, bu qədər əziyyət çək, sonra dinən mərhəmət budur, göstərsinlər. Göyçək xanım, sizə bir sualım var. Siz cəhd eləmisiniz ki, heç Salihin anasıyla bir əlaqə saxlayasınız? Az da olsa bir tanışlıq yaradasınız? İstəmir. O bunları istəmir. İstəmir. Bunları yox. Yox, siz cəhd eləmisiniz ümumiyyətlə. O sizi istəmir. Bunu da istəmir. Onu da istəmir, sizi də istəmir. Yəni o deyir ki, mən arzulamıram ki, mən istəmirəm dedi, özü bilər. Zahir müəllim, bir dənə söz deyə Sadəcə. bilərəm mən. Deyim, keçən dəfə mənim dostum dedi ki, keçən dəfə bu burada ifadə elədi ki, xeyr, evlənməyib anam, atamdan sonra. Amma biz evə gedəndən sonra onun əm dostusu zəng eləmişdi. Hətta bizdə qonaq, bizi deyəndə bunları da qonaq çağırdı. Dedi, mənim balam, gəlinin uşaqları xəstədir, qriplə, virusla. Yaxşı olsunlar, gəlini də götür, gəl bizə.
Yəni onlar iştirak eləmək istəyirlər, hamısı istəyirlər. Necə sizə deyirlər, hamı öz ailəsi üçün kasıbdır. Bir ikincisi də bu əyilən uşaq deyil. Yəni azdan çoxdan tanıyıram. Mən ona görə dedim cəsarətli oğlandı da. Bəli. Səsi qabağa verir, sahibsiz sandım. Onun anası atasından evlənmədən evli adamla evli olur. Atası ilə evli Başa olaraq. düşməm belə yanıltmaca Bunu oxşadı. O yanıltmaca oxşadı. Onun anası atası ilə evlənməmişdən qabaq evli kişi ilə evli Ailəli olub. ola. Zaur Həyatında başqa müəllim bunun kişi də atası ilə evli ola. Siz buna sual verdiniz ki, anın evlənib. Bunu biz hardan bilirik? Bunu kim sübut eləyə bilər? Biz əmsinin yoldaşı dedi onu bizə. Daha doğrusu buna. Yəni Bugün canlı bağlantı olsa onu etiraf eləyəcək. Çox belə şeylər olur. Edəcək, amma adı hallanmasın. Bir sən Adı alındı da, gizli sevgiyə Yo, sübut yo. lazımdır öyle Zahir bəy. Nəyə lazımdır? Bu gün ailə qurursunuz. Mən sandıq açmayın. Ehtiyac yoxdur onlara. Nəyə lazımdır? Kimin həyatında nə sevgisi o özü bilər. Pis insan Allah bəlasını versin. bir dənə onu Onun demək işimiz istəyirəm yox. Əkbər müəllim. Bunlar əgər dedikləri doğrudursa, o qadının Aydəni oğluna yaraşdır, hansı ki heç oğluna da analıq eləməyib. Aydəni bəyənmir ki, ailə qurub ayrılıb, elə qızı Yəni almaq siz düşünürsüz ki, belə bir addım atmış Bir də bacın qadın da var da sənin. Aydəni bəyənməməyi Ailəlidir. haqqı yoxdur. Ailəlidir. Allah bəxtin taleyini hər zaman gözəl eləsin. Ay xanım. Yəni ən azından Aydan haqqında bildirdiyiniz fikrə əsasən mən də belə bir fikir bildirirəm. Sizin qızınızla bağlı həyatı sığortalanmadığı üçün heç bilmirsiniz nə olacaq sabahlarım. Ona görə də başqa bir qadının taleyi haqqında da o fikir bildirməyiniz düzgün deyil. Nə zaman ki oğlunuza bir ana olaraq sahib çıxacaqsınız, hələ onu da fikir bildirərsiniz siz. Bir insanın taleyi haqqında belə danışmaq düzgün bir şey deyil. Heç kim sığortalanmayıb. Bugün ailə də qurar, sabah ayrılar da. Yəni siz boşanmış qadınlara belə çıxır ki, pis baxırsınız da. Buyurun Rauf bəy, buyurun. Rauf bəy, çox sözlü bir cümlə var. Ümumiyyətlə biz hüquqşünaslarda, vəkillərdə belə bir mübahisə yarananda belə bir ifadə var. Filan kəsin bu məsələnin qaldırmaqda subyektiv hüququ var yoxsa yox. Mən öyrənmək istəyirdim ki, bax Salihin anasının bu ailəni bəyənib bəyənməməklə bağlı Salih üzərində bir subyektiv hüququ var yoxsa yox? Haqqı var yoxsa yox? Bir ana kimi varsa, onda qoy desin ki, mən o qızı istəmirəm, o göyçəyi istəmirəm, ailəni Mən bir dənə sual vermək istəyirəm. Bunu indi bu uşaq tərəddüd eləyir. Keçən dəfə də Zaura dedi. Deyir ki, mənim anam heç yəni doğum şəhadətnaməsini verməyəcək də. Bunlar müraciət eləyirlər. İstənilən vaxtı onun doğum haqqı şəhadətnaməsində Salihin ana qrafasında onun adı yazılsa, istədiyi vaxt gedib anasının doğum haqqı şəhadətnaməsini istənilən dövlət orqanına götürmək hüququ var. Çünki onun anasıdır. Atanı da götürə bilərsən və digər şəxsə də. Ya da başqa yoldaşlara onlara da məsləhətimi verdim. Yaxınlaş, doğulduğun qeydiyyat şöbəsində. İnanmıram versin Əkbər. Mən də deyirəm sənə, yaxınlaş deyən atamın, anamın doğum haqqında şəhadətnaməsini xahiş edirəm. Dublikatı mənə verin. Verəcəksən. Çünki sənin anandır ona görə. Əgər ana qrafası, anan buradakiler heç birisini ala bilməzsən, qanun cəza ver. Sən Mən həmişə Əkbər ananın doğum haqqını ala bilərsən. Haqq qazandırıram, amma bu Oranı deyə səfər bilərəm. çox naxaq Salihin anası onun ailə məsələsinə qarışır. Siz bu oğlanı böyütməmisiniz, bir tikə çörək verməmisiniz, atmısınız. İndi gəlirsiniz bunun ailəsini ailə qurmaq istəyir, həyatına müdaxilə edirsiniz. İstənməyən şərlər atırsınız, böhtanlar atırsınız, bura SMS-lər yazırsınız. Nəyə görə mənə də SMS yazıbdılar Instagram səhifəmdə. Deyiblər ki, o niyə orada oturur, işləmir, eləmir, o qadına deyir, sığınır. Mən belə başlayıb, dedi, ən yaxın qohumuyam. Yəqin ki, bilmirəm. Mən istəmirəm günaha da girmək, bəlkə də anasıdır. Amma qadın, sizin ay ana olaraq sizin ixtiyarınız yoxdur. Siz bu oğlana bir gün belə olsun əziyyət çəkməmisiniz. Üstəlik, bəyənmədiyiniz qızın anası sizdən daha çox analıq eləyir hal-hazırda Salihə. Mən bütün oturanlara demək istəyirəm. Salih deyir ki, deyir bibi, inşallah evlənək, mən heç sənə də qoymaram sən gedib hardasa işləyəsən. Yəni fikri budur. Bəli, bəli. Təki meydan olsunlar, xoşbəxt olsunlar. Bəli. Yəni onun mərdliyi var, qorumağı bacarır, mühafizəkardır. Ən azı bilir ki, artıq onun çiynində 2 xanımın yükü var. O 2 xanımı da o qorumalıdır. Xalid qalıb anasının sevgisinin arasında. Xalidin epizodu tamamilə fərqlidir Zahir bəy. Bəli, bugün əgər o sizin evdə də qalsa,
Mən buna çox normal baxıram və çox yaxşı baxıram. Niyə də yox? Sən bir oğul da qazanırsan. Evinə bir ər gəlir, kişi gəlir. Bəli. Evin bir mühafizəçisi Bəli. gəlir. Evin bir Bəli. qoruyucusu gəlir. Bir evdə artıq iki qadın nə qədər qorxa-qorxa, həyəcanla, stresslə adına söz çıxar, nə deyərlər, nə düzdür, sən kişi kimi qadınsan, sənin özün tamam başqa, amma ki qadın qadındır da. Yəni elə şeylər var ki, onun qadın O vaxtdır ki, sən o evə artıq bir bəy olaraq da, yəni kürəkən olaraq gəlib, sonra ömrünün axırına qədər də qaynanavın çiynində oturasan. İşləyib, qazanıb ailəvə baxandan sonra nə olacaq ki? Bütün onun damı var, sənin yoxdur. Aşağıda belə də götürəndə nə olar ki, otursun da, çiyin nə qədər güclüdür saxlayacaq. Nə var ki burada? Bu dəqiqə oğlum qonşu hamı bilir ki, elə bir bu adam orada. Mən üzr istəyirəm, icazə verin, mənim orada vaxtıma girməyin, xahiş eləyirəm. Instagram və TikTok saatımdır. Əziz tamaşaçılar, hal-hazırda səhifəmizdə paylaşım var. Daxil olun Zaur Günay səhifəsinə, həm TikTok, həm də Instagram səhifəsinə. Sonuncu paylaşımımıza baxın. Çox soruşurdunuz ki, bu evlilik paltarı, geyim, bu bəygəlin geyimi nə üçündür? Hərə bir rəy yazdı, hərə bir fikir söylədi. Biri söylədi ki, evlilik proqramı açılır, biri söylədi ki, evliliyi yeniləmə mərhələsindədirlərmi? O qədər fikirlər var ki, orada 3000-dən, 4000-dən çox fikir var və biz onların hər birinə çox sayğı ilə, hörmətlə yanaşırıq, amma hal-hazırda həmin o bəylik və gəlinlik geyiminin məqsədi səhifələrimizdə həm TikTok, həm də Instagram səhifəmizdə açıqlanıb. Daxil olub baxa bilərsiniz. Həm Instagramımızda, həm də TikTokumuzda. Yəqin ki, sevincsiz təqdim edirsiniz hal-hazırda efirdə onları. Eləyirsinizmi? Hər ikisi də gedir. Baxın, YouTube'dur, Instagram'dır və TikTok'dur. Hər birində paylaşmışıq. Bu Instagram səhifəmizdir. Digəri isə TikTok səhifəmizdir. Hər bir səhifəmizdə bu paylaşım gedib. Daxil olun. İndi verilişə baxıb gələnlərin də sayına baxacağım. Görüm nə qədər insan verilişdən gəlib, nə qədər insan verilişdən keçid etdi səhifəmizə, hər iki səhifəmizə və orada fikirlərinizi yazarsınız ki, verilişdən gəldik. Verilişdən gələnlər onu qeyd etsinlər ki, biz bilək ki, siz verilişdən gəlmisiniz. Təşəkkür eləyirəm dəstəklədiyiniz üçün, bizi sevdiyiniz üçün, ürək sözlərinizi yazdığınız üçün, vaxtınızı həsr edib bizə fikir bildirdiyinizə görə və biz də öz platformalarımızda sizin ruhunuzu oxşaya biliriksə, sizin könlünüzü oxşaya biliriksə, nə xoş bizim halımıza. Mən təşəkkür edirəm hər birinizə. Həm Instagramdan, həm YouTube'dan, həm TikTok'dan səhifələrimizi, Zaur Günay səhifəsini izləyib rəy bildirən insana, hər bir insana təşəkkürümü bildirirəm. Çox sağ olun, minnətdaram. Artıq maşallah, qoyan kimi, sözünü deyən kimi o saat yazırlar da. Bax gör nə qədər insanlar verilişdən gəldik, sizi çox sevirik. Sizin dəbdəbəli evinizdə, toyunuzda, iki övladınızda təşəkkür edirəm. Verilişdə izləyib gələnlər, yəqin yeni layihələrdir. Sizi çox sevirik, çox sağ olun. Verilişdən gəldik, verilişdən gələnlər, Zaqataladan salam. Maşallah, dünyanın hər bir yerindən proqramlarımızı izləyirsiniz. Çox təşəkkür edirik sizə, var olasınız. Bu sevginizə, bu diqqətinizə, TikTok'dan da qoy bir neçəsini oxuyum, sonra xətirlərinə dəyər onların. Ucardan salam. Qabaqladın bizi, Zaur bəy, Allah sizi var eləsin, çox sağ olun. Ələtdən, Ayşə vilayətdən salamlar. İlk verilişdən gəldik, Neftçaladan salam, gözəl video çəkisiz, təşəkkür eləyirik. Efirdən gəldim, TV-dən gələnlərə salam. Verilişdən gəldim, Zaur, övladlarınıza qismət olsun. Amin, sizin də övladlarınıza qismət olsun, sizin də sevdiklərinizə qismət olsun. Çox təşəkkür eləyirəm hər birinizə bu diqqətə, bu hörmətə, bu sevgiyə görə minnətdaram. Çox sağ olun, nə yaxşı ki varsınız. Həqiqətən, nə yaxşı ki varsınız. Bax, mən arzulayardım ki, siz də belə bir sağ əlimiz sizin başınıza. Bir dəfə mənim yadımdadır, biz bir ailə fotosu paylaşmışdıq və sən o nə kuryer gedir sənin adın? Pozitiv kuryer. Pozitiv kuryer, bəli. Hə, adı TikTok'da Pozitiv kuryer gedir və mən orada sənin rəyini oxudum. Yazdın ki, bax mən belə ailə arzusunda olmuşam hər zaman. Çox pis oldum sözünü açığı sənin o kommentariyana, sənin o mesajına və içimdə, ürəyimdə Allahdan çox arzuladım ki, ya Rəbbim, nəsib elə ona da sənə qədər olmayıbsa səndən sonra yaransın bu ailə tablosu. Bax, ikinizlə bərabər yaransın. Çox sağ olun. Bax, milyonlar şahid olur.
bilirsiniz insan İmam Əli'nin çox gözəl bir sözü var. O söylüyor ki, həyanı itirəcəyin yerdə malını qoy, həyanı götür çıx. Əgər görürsən ki, bir yerdə həyan əldən gedir, varın, dövlətin, nəyin varsa qoy, get. İnsan həya hissini itirəndə onun heç nəyi itirmək qorxusu olmur bu həyatda. Abırsızlaşmasın insan. Həyasızlaşmasın insan. Həyasızlıq təkcə qışqırbağır salmaq deyil. Həya tamam başqa bir duyğudur. Ona görə çalışın o həya hissinizi itirməyin. Əşi, yaxşı eləyirəm, əcəb eləyirəm, onsuz da ailəmiz belə müzakirə olunubdur, gedək, sonuna qədər gedəcəyik, özünüzü çılpaqlığı ilə iyrənc hala gətirməyin. Çünki o ailə deyil artıq, sən özünü artıq yem eləyirsən başqalarına. Və bu yemi də rahatlıqla həzm eləyən insanlar var. Onu hop göydə götürər, necə lazımdır sağa sola istifadə edər, yerdən yerə vurar, ucuzlaşdırar, ta ki öz məqsədinə çatana qədər. Məqsədinə çatandan sonra sən artıq bir yem kimi də maraqlı olmayacaqsan o insanlara. Ona görə də ailə sözünün də qədrini bilin. Dəyərinin qədrini bilin. Onlar istəyirlər ki, nişan olsun. Dəyərli ekspertlər, nə fikirləşirsiniz? Biz nə desək, tələsmə desək də o söz bildiklərini eləyəcəklər. Allah xeyir versin, Allah mübarək eləsin. Yerin, məkanın, saatın desinlər, biz də gələk. Yox, onlar ailə qurmurlar hələ ki, nişan olsun. Elə bu çox yaxşıdır. Bir bağ möhkəmlənirsiniz. Sizə xoşbəxtçilik arzu edirik. Bir ekspert kimi yəni fikrimizi bildiririk. Məncə bu sağlam addımdır. Mən belə düşünürəm ki, hələ nişan ərəfəsində də Əkbər müəllim məncə bir-birini daha da yaxşı tanıyırlar. Mən hesab edirəm, çox dəyərli ekspertlərimiz belə deyək ki, qəşəng sözlər söylədi sizin barənizdə. Amma bu günləri Azərbaycanda sizə baxan ATV kanalına Zaur müəllimin təqdimatı ilə bu evliliklə bağlı sizə münasibətdə bütün dedikoduya sıfırlamaq üçün, son qoymaq üçün nişan edirsiniz. Sonra da Allah qoysa toy edirsiniz elimizin adətinə uyğun olaraq. İnşallah toylarında biz varıq. İnşallah. Nişanda mən istəyirəm belə bir, onsuz da bir yerdə oturub yeyib içmək özünüz eləyəcəksiniz. Elə deyil. Burada bu studiyada bir üzük taxma mərasimi olsun. Hə? Yəqin ki, rəhbərlik buna etiraz eləməz. Özləri bir-birlərini görüblər, seviblər, bəyəniblər. Bir toyunuz var artıq. İlhamla İlduzənin bir toyu var artıq. İlham evlisən? Xanımın var mı? İlduzəyə qısqanmaz səni. Dəqiq. Evlənəndə bilirdi ki, kimə ərə gedir. Nə deyirdin? Qısqansaydı buradan Türkiyəyə, o səs Türkiyə falan göndərməzdi. Nə? Sevinirsən? Hə, təbii ki, inşallah. Necə arzuluyursunuz? Nişanı necə arzuluyursunuz? O reklamlardan sonra deyirsiniz. Verilişə baxa-baxa telefondayıq, göz qaçırtmırıq. Çox yaraşırsınız. Verilişinizə baxıram Zaur bəy. Şirinova Elza yazır. Salam, verilişdən gəldim. Allah nəzərdən saxlasın. Çox sağ olun. Sevilirsiniz maşallah. Masazırdan. Çox olsa tava gələcək. Gözəl və abırlı gəlinlik libasıdır. Çox sağ olun. Elə bildim ki, evlilik verilişi olacaq. Çox sağ olun. Rəylərinizi oxuyuram hər bir tərəfdə. Yəni həm TikTokda, həm Instagramda. Minnətdarıq. Mən istəyərdim ki, Rafiq bəy bir sorğu-sual eləsin də bizim tazə gəlin, tazə bəy. Çox sağ olar. Amma gözlərində bir xoşbəxtlik var. Hə, işıq var. Yəni Salih də, Aydan da gözlərinin içərisində işıq var. İstəyirlər ki, yaxşı olsun hər şey. Və mən də arzulayıram ki, hər şey yaxşı olsun. Rafiq bəy, buyurun. Əvvəlcədən mən sizin hər ikinizə uğurlar arzulayıram. Ailə həyatınızda da, şəxsi həyatınızda. Baxın, sizə mən hər birinizə sual vermək istəyirəm. Amma əvvəlcə bir söz demək istəyirəm. Ailə insanın keçmişindən inciklik, keçmişindən qisas alaraq və gələcəyə ümid bəsləyərək qurulan bir cəmiyyət deyil. Ailə o deyil. Ailə xanım və bəylə ailə qurduğunuz, birləşdiyiniz o mini cəmiyyətdə özünü tapmaqdır. Yəni mən özümü o xanımda, xanım özünü səndə tapır. Bəli. Ailə budur. İndi mən sizin hər ikinizə də sual vermək istəyirəm. Baxın, Bəxtiyar Babzadın bir gözəl sözü var. Deyir ki, mən səndəyəm, sən məndəsən. Gözəldir qəmdə sevinç. Bəli. Gör nə gözəl deyibdi. Bəli. Bəli. Biri sənsən, biri mən şeirində.
əbəs yerə yazılmayıb. Bax görürsüz necə gözəl gətirdi Rafiq bəy onu və yerinə düşdü də həqiqətən də. Mən səndəyəm, sən məndəsən. Bu ailə budur. Ailə budur. Sən onda olmalısan, o səndə olmalıdır. Yəni bu çox gözəl bir məqamdır. Bəli, mən sizə ikinizə də efir imkanları çərçivəsində bir sual vermək istəyirəm. Baxın neçə müddətdir siz bir yerdəsiniz və bir-birinizin xasiyyətini bilirsiniz. Bu nə istəyir, nə istəmir, bilirsiniz. Amma hər ikinizə cavab verə bilərsiniz. Sizin adınızı mən oxuya bilmirəm. Salih bəy və siz də baxın, yoldaşı Aydən. Nə olsa yoldaşın onu bağışlayın. Oğlan onu bəyənməz, qəbul etməz. Və eləcə də siz nə olsa, neynəsəniz, hansı bir halda xanımınız deyək də, mən artıq bu söz demək istəyirəm. Xanımınız onu yaxşı qarşılamaz, xoşuna gəlməz. Neynəsəniz? Baxın, mən nə edim ki, sənə yaxşı olsun? Bu cür yox. Mən neynəmiyim ki, sənin qəlbinə dəyməyim? Siz neynəsəniz, o bəyənməz. Ona xoş olmaz xanımınız. Eləcə də siz. İkiniz də cavab verə bilərsiniz. Mən neynəsəm, o bəyənməz. Yəni, o dediklərini eləməsəm, o bəyənməz. Deyin, konkret deyin də xanım. Yəni ki, nəyi? Geyiminiz, rəftarınızda var, nə olmasa açıq geyinsəm, yəni üzr istəyirəm, o bəyənməz. Yəni mən o xasiyyətinə bələdəm, bilirəm. Salih bəyənməz onu. Açıq geyinsən, bəyənməz. Bəyənməz. Yəni tonumu qaldırsam, səs tonumu bəyənməz. Səs tonunu qaldırsam, bəyənməz. Bəli, bəyənməz. Dediklərini eləməsəm, bəyənməz. Dediklərin içərisində elə bu ikisi var da. Yəni səs tonunu qaldırmaq, nə bilim də. Yəni çox şeylər var. Aydındır. Salih, səncə? Demək istəmirəm. Bəsdir. Bəli. Nə olsa, sən nə etsən o bəyənməz, xoşlamaz. Nə olsa o bəyənməz, qız bəyənməz, xanım bəyənməz. Şiddiyi sevmir, şiddiyi. Yəni bayağı hərəkətləri sevmir. Bəli, sevmir. Nə bilirsən, göstərmirsən, şiddi eləmirsən ki, xoşuna gəlir. Xeyr, hələ ki yox, xeyr. Mən nə bilirsən, şiddi sevmir. İnsan psixologiyası zamanı gördüyü deyil, ehtimal elədiyidir. Məncə bunlar çox uğurlu ailə olacaq. Və ailənin əsas daşıyıcısı xanım olacaq. Ailəni qoruyan qız olacaq. Sonra şort geyməyi xoşlamır, bəli. Zaman görürsüz, bax bunlar artıq bir-birlərini tanıyır. Bir-birlərinə deyiblər də bunu xoşlamıram. Deməsələr də belə ehtimal ediblər. Ehtimal ediblər ki, bu gözün ağartdısa, deməli rəngin turşutdusa, bunu bəyənmir. Sonra nəyi bəyənmir? Sonra hələ ki bunları qısqanclıq o heç yerində. Elə o gödək şalvar. Qısa şalvar. O da baxır yerinə. Azərbaycan dilinin izahlı lüğətini gərək qoyulur. Xanım oğlanın, bağışlayın bir dəqiqə, xanım oğlanın geyimini bəyənməz. Bu o demək deyil ki, orada nə var ki bəyənmir. O bilir artıq. Bilir ki, siz bu cür geyməyi sevmirsiniz. Amma haqlısınız, haqlı deyilsiniz. Bu önəmli deyil. Yox, xoşlayır o. Onun şəkilləri, videoları var. Geyməyi xoşlayır o. O sadəcə ora qısqanclığından deyir ki, xeyir olasan belə geyinəsən, gəzəsən. Qısqanclıq varsa sevgi var. Yəni, mən şəxsən açıq deyim, mən birinci gündən Aydan bura gəlib fikrini mənə söyləyəndə ki, mən Salih'i bəyənmişəm, mən istəyirəm ürəyimi açam. Mən Salih'ə yaxınlaşdım ki, sən bu ailə, ümumiyyətlə bu ailənin yaxşı günə çıxması üçün, uğurlu olması üçün Göyçəklə Aydanı deyirəm ailə olaraq. Onların həyatında hər şeyin yaxşı olması üçün mən bir işıq ucu gələn kimi beynimə həmin dəqiqə o adamlar gəlir. Ki Aydana deyək, Göyçəyə deyək, bəlkə bu işin qulpundan Göyçək yapışar, bəlkə onlara bir xeyir olsun. Çünki çox istəyirəm Göyçəyi. Mərd qadındır. Və Salihi də görəndə dedim ki, bu ailə ilə tutacaq. Uğurlu cütlükdür Zaur müəllim. Bəli. Tutacaq. Və məncə onlardan alınacaq. Salih müəllim bura gələndən Zaur bəy deyir ki, belə. Salih müəllim deyirsən artıq. Yəni Salih nə bilim, mən bilmirəm. Bəlkə evdə deyir ki, mənə müəllim deyin çox. Yox. Mən onsuz da balam deyirəm hər ikisinə. Yaxşı eləyirsən. Yaxşı gününüz olsun. Hər halda bir həyat yolu keçib Salih. O atasız, anasız. Hər şəkillərin görübdür də, ona görə istəmir onu. Geyimi dediyi şey. Hər bir insanın həyatda bir haqqı var. Bir şey deyim, Salihin anası zəng edib, göz yaşları ilə ağlayır. Mənim sizin dediyiniz o fikrə görə çox pis olub ki, mən necə həyat yoldaşım ola başqa insandan aldada bilərdim onu. Bu doğru deyil. Ağlayır və çox pis olub. Bəs mən pis olmadım Zaur müəllim sizin bu efirinizdə. Mən də eşitdiyimi dedim.
Düz Amma hər görməmişəm. eşitdiyiniz Doğru bəzən deyil. insan qəlbini Eşitdiyimi parçalıyor. Hər dediyin, hər o bu eşitdiyiniz günə söz qədər də bilmirdi həqiqət onu. deyil. O bu günə qədər anasından bağlı o informasiyanı oğlan bilmirdi. Amma Mən də gərək ondan ki, bir yerdə eşitmişəm də. Gərək ki heç onu eşitməyə şərait yaratmayaydınız. Ya- Heç sizin yanınızda baxın bir dəqiqə. Məncə sizə Göyçək o dəstək- sözü deməməli idi. Bəli, sizə dəstək olmağa Qəlbinə bacar. dəymişəmsə mən bir dəqiqə ondan üzr üzr istəyirəm. istəyirəm. Bax, sən Mən deməməliydin onu o incitmək sözü. üçün Xanım, deməmişəm. Dünənə qədər o Mən də qaldı. eşitdiyimi Xanım, dedim. icazə verin. Mən sizə bir şey deyim. Ana övladına nə qədər pis olursa olsun. Siz məndən də yaxşı bilirsiniz, həkimlər də bunu məndən yaxşı bilir, psixoloqlar da yaxşı bilir. Bir qan söhbəti var. Bioloji bağlılıq var Zahir müəllim. Bioloji bağlılıq var. Bəli. Bir məqamda o ana elə bir müraciət eləyər ki, Salih qaça-qaça gedər ona. Tamamilə. Bunu heç vaxt yox demir. Mən sizə söz deyirəm. Yox, bəli. Bəli. Mən sizə söz deyirəm. O Biz bir onu gün elə bir yaşamırıq müraciət deyə eləyir. inanmırıq. Hətta indi belə o telefona bağlanıb. Burada desə ki, bala məni bağışla. Mən səni çox istəmişəm. Bağışla. Səhvimdir. Sizi inandırım ki, burada özünü nə qədər təkəbbürlü aparsa da çıxanda qaça-qaça Zaman gedər. o. burada bu studiyada dəfələrlə o cür Dəfələrlə praktik olub belə hallar. Ananın göz yaşına övlad dayana bilməz. Bəzən övladın göz yaşına analar dözə bilir, amma ananın səmimi göz yaşına övlad dayana bilmir. Bəli. Və mən bir cümlə işlətmək istəyirəm. Dünənə qədər sizin bəzi məlumatlarım mənim bildiyim qədər hansı şəraitdə yaşadığınıza kömək etməyən insan, amma kömək etməyə borclu olan əminizin xanımı o informasiyanı deyibsə, məncə o əminizin xanımı qərəzli bir adama oxşuyur. Varsa da, olubsa da ananızın həyatında o cür hərəkətlər, siz gənc bir xanımla ailə qurursunuz, həyatınızı davam edirsiniz. Köməksiz heç bir qohumlarınızın baxın nəzərdə tuturam, Zahir müəllimi yox. Qohumlarınız tərəfindən köməksiz olaraq bir ailə qurmaq ərəfəsində olan adama o cür yanlış bir, iyrənc bir informasiyanı vermək bu qərəzlidir. Və bu çox böyük bir ləkədir. Bəli, Yəni bunu qərəzlidir, eləmək olmaz. övlad üçün Hər bir qərəzlidir. halda Zahir bəy bu məlumatdır da. Mən hətta bu məlumat nəyi dəyişir? Zahir Ona görə müəllim, dəyişdi ki, Annanın Nəyi anasını dəyişir? Salihə Aydanın qarşı- anasını mı tapdı? Salihə qarşı Atasını cavab mı tapdı? vermirəm, Nə onları qədər qərəzli bəyənmirəm. məlumatlar O oldu. de- o Bu günə məlumatı qədər də Zahir hələ bəy. anasını tapmayıb. Xəbər yoxdur. Vallahi. Bax, o cür bayağı bədnam insanların ucbatından bu qız oturub burada. Və Bəli. eləcə də sizdə də özünüzün ürəyinizə qulaq asın, ailənizi davam edin. Bəli, Necə zaten olur Salih ki, O sizə lazım mənə deyil. indiyə qədər yaxın durmayıblar, kömək eləməyiblər. Mən onu məcbur eləmirəm ki. və Mənə hətta amma mənim qızım şəxsən burada məcbur. başqa şey təsir Öz elədi Zahir gənclərin bəy. öz ürəkləri Göyçək xanım, bir bir-birini dəqiqə zəhmət istəyibdi. olmasa qurban sizə söz Buna istəsəm. biz təkan verməliyik də. Burada ən utanç verici Siz heç nəyə inanmayın. deməli namusla, qeyrətlə bağlı bir söz, indi bir iddia idi də, belə deyək. Bəli. O onun bu qədər qürurunu incitdiyi, göz yaşına səbəb oldu və sizin övladınız illər boyu o vaqonda yaşayıb, tək başına ana sevgisindən məhrum olmuş şəkildə. Bu gün onun ən xoşbəxt günüdür. Özünə yar tapıbdı. Bəs görün indi onun içi necə qan ağlayır. Bəs ana olaraq onu necə həzm eləyə bilirsiniz? Siz çox həssas bir məqama toxundunuz. Mən də Bəli. razıyam, amma Zaur mən bilirsiniz, ana pis ana ola bilər, amma qadının isməti ilə bağlı ona böhtan, qadın övladını ata bilər. İsməti ilə bağlı olan böhtana dözə bilməz. Yəni onunla olsun ki, yaxşı ana olmayıb, bəlkə bu pis övladı olub, bəlkə mühit bunu gətirib çatdırıb. Yox, mən sadəcə Biz anlayışımız yoxdur. Amma qadının ana, baxın, bəzən qadın analıq hissini qurban verəndə və qadınlıq hissini qurban verəndə xoşbəxt olmur. O hissi, analıq hissini, qadınlıq hissini, qadınlığı ana. Amma qadın istənilən halda dünyanın bütün qadınları isməti ilə bağlı böhtana dözə bilməz.